yaşayacağını təsdiqləyir. Hansı dünyanın? Ümumiyyətlə, bu elm bu dünyanın nə qədər yaşayacağını təsdiqləyir. Hansı dünyanın? Bu elm bu dünyanın nə Bunu nə deyir? Mən belə başa düşürəm ki, uşağım, mən şübhələnirəm. Elə bir bunları topasını da pul verib göndərirlər bura ki, gedin yəni. Anasını ağladım. Əzizim, güneşdə bir füsyon reaksiyonu gedir. Füsyon reaksiyonu bitəndə biz də gedəcəyik malayın mıxına. Anladın? Teşekkürlər. Ya da level problemi var. Başlayanda bir humanist başlayır elə bil biraz. Aliyev, buyur, hoş gəlmişsən. Salamünaleyküm qardaş. Mələkü. Mən uzun müddət səni izləyirəm qardaş. Çox da xoşuma gəlir də sənin bu danışıq qabiliyyətin, ümumiyyətlə sənin tutduğun bu yol. Prosto mən dünən bir dənə söhbət eşitdim ki, sən müntəzirə deyimsən ki, məni biabır eləmə, WhatsAppda olan söhbətdir. Mənim reytingim aşağı atır. Nə? Elə bir söhbət olub qardaş. Yox. Prosto səs yazısı idi. Mən müntəzirlə yerliyəm. Oradan çerez gəlib çıxmışdı o söhbət mənə. Bu da təzə temadır. Təzə tema deyəndə eşitdiyimi deyirəm də qardaş. Prosto sənin nə qədər səmimi olduğunu bilmək istəyirəm. Açıq dinən görüm. Yəni sənin müntəzirin aranda elə söhbət olub ya yox da yəni. Yox, müntəzirlə mən söhbət kəsmişəm, yemək də yemişəm. Olmaz benim dindarlarla oturmaq. Olar ya qardaş, prosto amma bu sənin onda qeyri-səmimi eləyir axı sənə görə o söz demirsən sonra. Sən bir belə dəstəkləyənlər var burada. Hansı sözü? Demirsən ki, mənim biabır eləmə, mənim reytingimi aşağı salma. Niyə, nə varmışam ki, mən başa düşmədim. Kimisə bağışlayla tutulmuşam. Bilmirəm də, yəqin bəlkə o səni səhv çıxartmaq istəyib, sən də elə fikirləşmirsən, elə demirsən. Söhbətin tam mərzini bilmirəm. Debatda uzanda biabır olmuş olurlar. Mən bilən biabırçılıq, öğreşdi kimisə bağışıyla tutulanda olur. Ya da ədəbsiz bir formada tutulanda olur. Mənə bax, bu aralar çox qaçınırsınız siz. Fakir. Bu aralar çox qaçınırsınız siz. Bax, məlumat verim sizə. Burada saxta hesablarından dinləyirsiniz herhalde. Topası ilə veribravka dosyalarınızı yayınlattırmayın. Əsl biabırçılıq nətər olur, qumda olanlar nətər olur deyərəm sizə. Cümlə aləmə rəzil olarsınız. Hətta bir nömrəli vətən xaini çıxarsınız. Bu son 10-15 gündə apardığımız anormal şeyler var ha. Təbliğat, təşviqat, propagandası. Fərqindəyik. Fərqindəyik. Bax, mən heç kimə baş qoşmuram, heç kimlə də bir şey eləməyə çalışmıram. Sizi də ciddi almıram. Umurumda belə deyilsiniz. Marağımda belə deyilsiniz. Amma əlimizin boş olduğu anlamına gəlmir bu. Əmin olun, hər kəsin bir qayda, hər kəsin bir dosyası vardır bizdə. Ha, bunu deməkdən də çəkinib ya da qorxacaq adamlar da ölüb biz. Əl atmadıqlar oyun qalmayıb. Argumentlərimiz qutarıb, yoxsa bilgimiz qutarıb? Zavur, buyur, hoş gəlmişsən. Salam Çevik. Mələkü. Belə bir sualım var idi. Təsəvvür eləyək ki, Azərbaycanla İran müharibəyə başlayır. Hə. Və hər iki tərəfdən şəhidlər olur. Kimin şəhidi İslami sayılır? Əzim, mən İslami şəhid məsələsi mənim marağımda olmamalıdır. Mən Azərbaycan şəhidi Azərbaycan xalqının baş tacıdır. Mənə nə İrandan? Onların müştəhidin fətvasına görə necə olur? Onların müştəhidin fətvasına görə onların şəhidi, onların tərəfindəki şəhid İslami olaraq legitim qəbul olunacaq. Onda biz müsəlman sayılmırıq da, belə çıxır ki. Hə, onu bizə yox, mən müsəlman deyiləm zaten. Onu bilsən kimə denə? Deməlimiz lazımdır. Bu sualı kimlərə verməyimiz lazımdır bilirsən qardaşım? O müştəhidlərdən əmr alanlara. Yəni belə məntiqi suallar çoxdur. Mən sadəcə misal gətirdim ki, hər öz payını götürsün. Əmin olun ki, bu müharibə başlasa, onlar o fətvanı verəcəklər. Verəcəklər, bəli, və ölkə içində də kifayət qədər 1000-dən, 2000-dən, 3000-dən, hətta 5000-dən çox vətən xaini də iç yüzün göstərəcək. Çox sağ ol Çevik, uğurlar. Sən də sağ ol, təşəkkürlər əzizim. Ali, buyur, hoş gəlmişsən, gözəl insan, dəyərli vətəndaş, milli xəzinə. Çevik, akşamın xeyir olsun. Akşamın xeyir.
Bir neçə sualım var idi, amma cavabında demək ki, get din xadimlərinə soruş. Mən elə səndən soruşmaq istəyirəm, olar mı? Uşaqlar şey eləyin. Biz sizlə qayıracağıq. Bir dəqiqə dostum. Mənim sizə təklifim budur. Məncə biz belə eləyək. Yayınlar boyunca həftədə 6 gün, 7 gün yayın olmur. Bir gün ateist, bir gün müştehid olum mən. Əmmamə zat geyinim, təsbihimi alım, başıma papağı keçirdim, oturum burada. Yəni bir gün elə, bir gün belə. Hə, buyur Ali. Seviş, birinci sualım belədir. Biz həmişə deyirik Allah böyükdür, Allah bağışlayandır. Və Adəmi niyə bağışlamadı? Bu çox maraqlıdır. Özü də bilirdi ki, bunu şeytan yoldan çıxartmışdı, bu bilmədən eləmişdi. İkinci sualım. Eşidirsən Seviş? Hə. İkinci sualım. Həmişə yerdə nəhlət oxuyurlar ki, İmam Hüseyni su vermədi. Kinoda da görmüşük, kitabda da oxumuşuq. Bədir döyüşündə Məhəmmədin qoşunu gəldi, Məhəmməd Peyğəmbərin. Su quyularını doldurdu. Məkkəlilər gəlib çatanda usuz qaldılar. Bunu da Məhəmməd bilir ki, 1000 il qabağa görən Peyğəmbər bilirdi ki, Məkkəlilərdən ölən öləcək, sağ qalan savatörün müsəlman olacaq. O niyə onları usuz qoydu? Suallarım çox elə bu üçün cavab almaq istəyirdim. Bu sualların cavabı elə özüdür də əzizim. Ərəblər nə vaxtdan normal millət olub, həmişə barbar olublar da. Deməli, belə çıxır ki, Allaha yalvarmaq lazımdır. Əgər Adəmi bağışlamasa, biz də bağışlamaz. Yalan söhbət, eləmi? Bəli, Belə yalan başa söhbət. düşdüm. Məncə də. Təşəkkürlər əzizim. Ömər buyur, xoş gəlmisən. Üzürsən qardaş. Səyyaf buyur, xoş gəlmisiniz. Salam əleykum, axşamınız xeyir olsun Çeyib bəy. Axşamınız. Mən sizi dinləyirəm. Dini mövzu ilə yox, biraz siyasi mövzu kimi bir mövzu səslənəcək. Bizdə Siyasi yayında ölüyorsun. Yo, bir dənə səbir olun. Səbir olun, bir dənə zəhmət olmazsa səbir olun. Gözdə də bir dəqiqə, gözdə kamerada bir anormallıq oldu. Niyə? Bir də başa düşmədim, burası siyasət yayını zaddır. Yo, o mənim deməyəcəm, bir dənə səbir olun, zəhmət deyilsəm. Bu, bizdə şükür Allah Azərbaycanda İranın təsirini Höcət Nicət ağanı qovandan sonra biraz araladıq. Mən əslən Borçalıdanam. Siz deyirsiniz mənə aidiyyəti yoxdur. Amma Borçalıda İranın caynağı çox keçib oralara, altın üstünə çörür. Bizim o Türk millətini çok farslaşdırırlar. Bunu deyirsiniz bizə nə aidiyyəti? Bəlkə sizin bu, belə deyim də, sizi izləyənlərin vasitəsindənsə daha, bu yayımlarından, vasitələrdensə heç olmasa bir, bizim o cemaata da bir nəsə söz deyəsiniz, yol göstərəsiniz. Nəyi yolun göstərmədim? Mən heç bir şey başa düşmədim sən dediyindən. Belə deyim də, Azərbaycanda İranın ayağını kəsdik. Bu ayaqlar getdi Gürcüstanda, Borçalı mahalında bizim Azərbaycanları çox pis formada şiyələşdirirlər. Özü də çox hökuməti imkan yaradır da. Ay sağ ol, onu bilmək istəyirəm. Belə demək istəyirdim ki, heç olmaz sizin bu, sizi izləyən çoxdur bir, yəqin ki kimsə də bunu eşidər. Biz də düşünənlər orada Borçalı cəmaatının. Bildim də əzim, bu Gürcüstan hökuməti keliyir. Onu bilirəm, qəsdən yaradı, türkçülüylə, türkçülüyü məhv eləsinlər. Bəli, ona görə onunla Mən bu bunu bilmirəm, Borçalılar niyə bilmir, onu anlamıram əzim. Bilirlər, Borçalılar da bilir, əl çatan yer yoxdur. Dərdi kimə söyləyək? Dərdi bizə söyləyin, mən sizə deyim də, yayınları orada etkinləşdirin, yayınları yayın orada, görün nə qəşəng etkisi olacaq. Mən Azərbaycanda yaşayıram, Bakıda yaşayıram, problem burada. Azim, varmı Borçalıda qovma əqraban? Var, niyə yox? Əhsən, yayınları göndər, bilərəkdən yaydır. Çox belə çətin məsələ. Çətin zat deyil, nətər olur Borçalıdakı qum meymunların videoları Azərbaycana qədər gəlir çatır? O qum meymunları mən suya gedirəm, amma alınmır, xeyrinə. İranın caynağı çox keçir ora. Məsələ söymək falan deyil. Deyirəm ki, Borçalıdakı, Gürcüstandakı həmvətənlərimizin, soydaşlarımızın məsələsi üçün bu önemli bir kriteriyadır. Qaldı ki, oradakı qum meymunların videoları Azərbaycana qədər, yəni Kuzey Azərbaycana qədər gəlir çatırsa,
Deməli bizim də videolar və yayınlarımız ora qədər gedib çata bilər. Bunun ötəri sən də bir şey eləməlisən. Oradakı soydaşlarımız da, türkçülər də bir şey eləməlidir. Mən fərqindəyəm və 5-10 il sonra orada vəziyyət ağır olacaq. Bəli, bəli. Yox, məsələ buradadır ki, orada ən çox patriotdan, türkçülükdən çox, ən çox dinə çox yer ayrı. Bəli, özəlliklə də Gürcüstan hökuməti. Xomeyniçilik, Xumuşdeyinçilik məlum Bəli. məsələdir. Gürcüstan hökuməti, bəli, tam razıyam Mən 5-6 sizinlə. aydır fərqindəyəm ki, orada ciddi bir iş gedir bu istiqamətdə. Amma Çox ciddi iş qardaşım, gedir. mən bunu təyək eləyə bilmərəm. Mən Borçalıdan tanıdığım yoxdur. Gürcüstan Azərbaycanlılarından Yox, tanıdığım. mən bunu deyirəm ki, heç olmasa yəqin Borçalını da siz izləyənlər olar. Bu heç olmasa onlar da eşidərlər ki, biraz cəmaət aylaq. Eşitməsələr belə əzizim, sənin Borçalıda tanıdığın varsa, qohum əqraban varsa, yönləndir yayınları, orada davamlı paylaşsınlar. Biz nə edə bilərik? Aydındır, aydındır, aydındır. Çox sağ ol, onunla bağlı zəng Sağ eləmişdim, olun. biz narahat elədim. Təşəkkür Sağ ol, edirəm. sağ ol. Heç kim fərqində deyil, amma bu ciddi bir problemdir. Buyur. Ay qaqaş, buyur. Ərəbcə yazılı. Bilirəm, farslar eləyir. Farslar eləyir. O ki, Borçalıdakı, Gürcüstandakı türkçüləri, Azərbaycançıları, Azərbaycan meyilli insanları tamamilə ekart eləmək üçün Gürcüstan hökuməti hardasa bunu dəstəkləyir. Murad buyur, xoş gəlmisən. Heç bir şey boşu-boşuna. Bu coğrafiyada olan heç bir fəaliyyət boşu-boşuna deyildir, yoldaşlar. Coğrafiyanı və orada gedən prosesləri doğru düzgün oxuya bilmək lazımdır. Rafiq buyur, xoş gəlmisən. Bu sıxıldım mən. Gələnlərin ya səsində anormallıq olur, ton yarım ətrafdan səs gəlir. Ya da danışmırlar. Nagi buyur, xoş gəlmisən. Ay dədə, nə oldu? Şöyle bundan sonra şey eləyəcəm. Çatdan yazanlara diqqət eləyəcəm, oradan qoşulmalar eləyəcəm. Buyur ay Cəlal qaqaş. Da getdi. Yayın buna görə geridə qalır. Gəlirlər, qoşulurlar, danışmırlar, boşu-boşuna vaxt gedir. Mən biləm, o bəziləri də bilə eləyir. Buyur Fehmi. Alo, salam. Hər vaxtınız xeyir. Əvvəla sizi salamlayıram. Çox sağ ol. Yəni, mən sizin tutduğunuz yolu da indi hər kəsin öz işidir. Amma mən özüm deist bir insanam. Bir tək bu Borçalı məsələsinə toxundular və yəni onu biləsiniz ki, burada vəziyyət çox şiddətli dərəcədə acınacaqlıdır. Yəni əgər Azərbaycan tərəfdən buraya bir müdaxilə və yaxud bir şey olmasa qardaş, yəni ot dəsmal götəlğə ağla da buraları. Sən Borçalıdansanmı qardaş? Bəli, bəli, buradayam, gözümüz nələr görür. Yayınları yönləndir də qardaş, yayınları yönləndir, Qardaş. insanlar izləsin. Elə bil o Nəsimini soyan vaxtlar var idi, dinim belə gür yaşanan vaxtlardır elə bil, bax bu dəqiqə buralarda. O dərəcədə geri düşüncəli, belə bir vəziyyətdir. İnsan baxdıqca... Əzizim, yayınları yönləndir, paylaş da ətrafla, Nəyə? qohumla, əqrabə ilə, ətrafla. Səsin geçir. Zaten baxılır, zaten hamısı baxılır, ona sözlər. Çox pis başladıq bu günü. Bir dənə normal səsi şey olan gəlmədi. Talih buyur, xoş gəlmisən. Ay yoldaşlar, ay vətəndaşlar, hörmətli Gürcüstan Azərbaycanlıları, bilirəm, başa düşürəm, gəlirsiniz, deyirsiniz. Hamısını biz eləməli deyilik ki, siz də bir şeylər eləyin də. Videolar çəkin, propagandanızı aparın, təbliğatınızı, təşviqatınızı aparın, maarifləndirmənizi aparın da. Hamısını mərkəzdən gözləməyin yeri yoxdur axı. Mən neçə yerə biz video, kontent çatdıra bilərik ki? Talih buyur, xoş gəlmisən. Nə var, nə qardaş? Çox sağ ol, sən necəsən?
Sağ ol abi, bəzən mən qınırlar ki, məhərrəmi girib niyə içirsən? İndi də içirəm. Hə? Məhərrəmi girəndən niyə içirsən? Sən zalı ged içki istə qardaşım. Niyə kontenti pozursuz ki? Katolik kilsəsi rahibsi adam mən burada. Şərabı onay verəm. Yusuf buyur, hoş gəlmişsən Yusuf. Bu danışmır. Tam olarak 28 nəfər qoşulub yayın hal-hazırda 2 dənəsi 3 dənəsi normal danışıb ya danışmıyor. Bir gün basıb aparacaqlar səni çeviş. Niyə? Nə qayra? Hansı qanunsuz hərəkətimə görə dostum? Niyə? Müşrik buyur, hoş gəlmişsən. Çevik bəy, axşamınız xeyir olsun. Axşamın xeyir. Çevik bəy, bu sizə qoşulanlar ki var, bu qoşulurlar, cavab vermirlər, ya nə bilim göstərmirlər də özləri, nə bilim səsləri gəlmir. Mən sizi əmin eləyim ki, onlar sanki sizə cavab verməyə, nə sual verməyə sual tapmırlar, cavab verməyə cavab tapmırlar. Buna əmin olun. Başa düşürəm. Başa düşürəm. Təşəkkür edirəm. Vallahi billahi. Yəni belə vallahi billahi deyəndə Başa hər şey düşdüm verirsiniz. özüm. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Sağ olun. Təşəkkürlər. Siz sağ olun. Ani 99 buyur, xoş gəlmisən. Akşam xeyir olsun torpaq. Axşamın xeyir. Necəsin, nə var nə yox? Çox sağ olun. Siz necəsiniz? Sağ ol, Allah şükür, çox sağ ol. Çevik bəy, mən sizi tam dəstəkləyirəm. Çox sağ olun. Doğrudan da sizin əməyiniz çox böyükdür bu cəmaatın maariflənməsi üçün, bu cəhalətdən ayrılması üçün. Mən sizdən bir şey soruşmaq istəyirəm, düzdür, mən sizin savadınız məndən çoxdur. Bu bəzi dindarlara soruşmuşam, onu heç birinə normal cavab vermirlər də, yəni yayınırlar. O Quranda yadımda qalmayıb hansı surədirsə, orada Zülqərneyn günəşin batdığı yerə gedib çatdığı bir ayə var, bəlkə siz bilərsiniz. Kəhf surəsi 86-cı ayət. Ay, çox sağ ol, təşəkkür. Ona imkan olsa bir dənə o açıqlama vermək olarmı? Nəyinə sorması verək? Palçıqlı bir çeşmədə batıb da günəş. Onu mən nə qədər dindarlara sual verirəm, bir dənə imkan olsa bax da savadlı dindarların sənə yanıma gəlsə bir dənə o sual verərsə görə ona nə cavab verəcəklər? Yaxşı, təşəkkür edirəm, var olsun. Təşəkkürlər, sağ ol, var ol. Sağ olun. Emin Nəcəfov, buyur, xoş gəlmişsən. Mikrofon aç, zəhmət olmasa. Salam Çeviç bəy, necəsiz? Çox sağ olun, siz necəsiz? Axşam təşəkkür edirəm. Sənin elmi savadın həqiqətən çox gözəl. Səndən öyrəndiyim çox şeylər olub. Sadəcə sənə bir sual vermək istəyirəm. Mənim üçün cavabı çox maraqlıdır. Dünyada deməyək, Azərbaycanlı neçə nəfər var Azərbaycanda insan olaraq, say olaraq? Azərbaycan vətəndaşlığını daşıyan yoxsa Azərbaycanda yaşayan? Azərbaycan vətəndaşları deyək də. Bilmirəm, əmin deyiləm. Təxmini deyə Azərbaycanda yaşayan 10 milyon insan var, təxmini. Çoxdur ki, az deyil. Yox, 10 milyon deyil. Deyil, yox. Nə qədər? Az, 8 milyon falan var. Olsun 8 milyon. Bu 8 milyon insanın niyə hər birinin barmaq izi fərqlidir? Nə bilirsən fərqli, 8 milyonun hamısı yoxlamsa. Mən tanıdığım, hətta oturub çörək yediyim adamlar var ki, eynidir. Yəni sən eyni olan adam tanıyırsan, görmüsən? Hə, tanıyıram. Deyib, Onda burada belə deyək də, yayınlara da girirsən. Belə deyək də, onun hansısa bir cinayət işləsən, onun yerinə barmaq izinə başqası tutula bilər. Yəni bilirsən də, cinayət işlə barmaq izinə aşırıydı. Əzizim, bu araşdırma mövzusudur və istəsən gedib araşdıra bilərsən. Get Europolun arxivlərinə bax, 100 mindən çox eynilik daşıyan, barmaq izi eynilik daşıyan arxiv qeydləri var və bu açıq qaynaqdır. Europol, EU, Cyber Security, Cyber Crime bölümü, yəni kibercinayətkarlıq bölümündə bunun açıqlaması qoyulub zaten ora. Hə, buyur. Bu asan xidmətdə belə barmaq izi. Bu arada bu meymunlarda belə eynidir. Xəbərin olsun. Buyur. Başqa isə bunu bilmək istəyirəm, amma mən sənə razılaşmıram. Çünki hər bir insanın barmaq izi fərqlidir.
O zaman sen mənə zəhmət olmasa insan varlığını və bütün genetik fərqliliklərimizi, milyonlarla genetik variasyonu, nükleotit düzlümlərini, tradyuksiyonları, sitoplazma membranların başlanğıcı və hansı formada ATF sintezinə keçdiyini net bir şəkildə izahını verməlisən. Məhməz qardaşım, mənim səə qədər elmi savadım yoxdur. Sadəcə Anladım, bu təşəkkür edirəm. hamı bir sualdır. Teşekkür ederim. Tunar buyur, hoş gelmişsin. Tunar buyur, hoş gelmişsin. Mikrofonu aç dostum. Zafer. Elnur buyur, hoş gelmişsin. Əsenliklər. Sen işler. Xoş gördük qardaş. Azər bəy də salamlayıram. Çoxdandır görünmür. Hər dəfə də Azər salamınızı Bey, çatdırırım. çoktandır görsənmir. Azər abi buralardasan mı? Neyse görsə gəliriz. Buyur. Sizi daim izləyirəm. Siz çox maarifləndirici söhbətlər edirsiniz. Bayaq bir nəfər qoşulmuşdu, WhatsApp-la bağlı nəsə deyirdi. Mən amma inanmıram ki, siz müntəzirə debatda udursunuz. Əzim, müntəzir olan debatların kayıtları zaten paylaşılıp her yerde. Mən də baxıram da, hərdən baxıram, amma WhatsApp yazışması nə etsəm onu bilənmədim. Başka temada yazı, başka temada. Kütlevi şekilde tökülüşüm üstümüze gelirler o alemlerinde. Her neyse. Elə bu maraqlıdır. Çox sağ olun. Təşəkkür edirəm qoşduğunuz Siz üçün. sağ olun. Hər gün izləyirəm sizi. Çox sağ olun. Çok sağ olasın. Teşekkür ederim. Senator buyur, hoş gelmişsin. Salam Çevik, salam, xoş gördük. Buyur Əzim. Çevik, bir dəfə yayınların birində biri sənə bir iddia irəli sürdü ki, masonlar səni maliyyələşdirir. Sən də dedin, bəli, maliyyələşdirir və mən də öz dəstəkçilərimə bu pulla dönər alıram. İndi bugün qardaş dönər gec olar yoxsa? Yok, yarım saate gelir. Sipariş verildi. Bəs bu zərbədə indi bir də sual. Bu defa yanında kola yok, Pepsi olacak. Bir də sual vermək istəyirəm. Sadəcə özümə maraqlıdır bu fikirdə. Elmi açıqlamasını istəyirəm səndən ki, görək necə olar. İndi bugün bizim belə deyək də bir çox şey bizə əxlaqsızlıq kimi görünür. Amma belə bir örnək verin də, məsəl üçün deyək 200 il sonra elə bir vəziyyət yarandı ki, bütün insanlar 18 yaşdan sonra öldü də, belə bir xəstəlik yayıldı. Artıq onda 18 yaşdan kiçik ailə qurmaq bizə əxlaqsız kimi görünməyəcək də, düzdür? Əxlaqsız kimi görünəcək, amma zəruri bir hal kimi görünəcək. 17-də eləyəcəklər. Amma problem buradadır ki, 17, 16, 15 yaşında doğum oranları 70%, 60% azalır. Çünki ana potensialını tam şəkildə icra eləyə bilmir. 18 yaşından sonra, hətta 22-23 yaşında belə normal doğum formatına gələ bilir insan dişiləri. Onda belə çıxır ki, hər halükarda, yəni nəslimiz tükənə bilər də bu halda. Nəslimizi bir sarıbaş da çıxıb tükədə bilər, belə xəstəliklər də tükədə bilər əzim. Bu mən əmin ola bilmərəm. Və çox da Allah qorusun bizi də. Xoş yayınlar, elə bunu soruşsaydım. Zaqatal Alqaqaş, buyur, xoş gəlmişsən. Mikrofonu aç, zəhmət olmasa. Mikrofon aça bilmir. Şöyle bax, tapdım. Zeka testi və xırda zeka testi. Yayına qoşulan hər adamın dərhal mikrofonunu bağlayacaq. Mikrofonun yerini tapıb ata biləcəksə danışacaq, yoxsa göndərəcəm. Ən yaxşısı. Tariyel buyur, xoş gəlmişsən. Mikrofonu aç, zəhmət olmasa. Ən yaxşı variant budur uşaqlar. Heç olmasa mikrofon aça biləcək potensialda olmalı. Bu da mikrofon açamır. Salamat. Anar buyur, xoş gəlmişsən. Alo. Bəli. Ha, səsim gəlirmi? Bəli, buyurun. Bu getdi. Uşaqlar, ekran bəyənisi çox zəifdir. Yayını da kütləvi şəkildə paylaşaq. Yayın qalxmır, zəifləyib. Zəhmət olmasa yayını toplu şəkildə paylaşaq. Yayını paylaşanların hər birində +1 huri düşəcək. Ayda hara getdin sən? Sən də salamat. Miri, gəl görək. Mən nə şey deyirəm, uğraşıram, belə tutmasın. Biraz çox uğraşıram. Burada minlərlə istək var. Operativ. Miri buyur, xoş gəldin. Xoş gördük. Necəsən, nə var? Xoş gördük. Yaxşıyam, çox sağ ol. Sən necəsən? Yaxşı ol qardaş, inşallah. Mən səmimi səndən bir şey soruşmaq istəyirəm. Yəni bu tam belə mədəni, sivil formada da, yəni. Tam səmimi cavab verməyini istəyirdim səndən. Burada 1500 adam bizi izləyir də, yəni. Mən fikirləşirəm ki, onlar üçün də bu sual maraqlıdır. Məncə də.
Mən din haqqında, mən ateizm haqqında nə desəm sən ona cavab tapasan fikirləşirəm ki, və yaxud öz doğrularından və yaxud mən dini açıdan deyəcəm, sən öz ateizm, sən öz elmi açılarından deyəsən, hərənin öz inancı var, öz beyninin qavradığı, öz qəbul etdiyi bir şey var da. Bu gözəl, başa düşdük. Bura qədəri aydındır bizə. Həqiqətən səmimi sual verirəm, pis qəbul eləmə də. Mən bunu doğrudan da səmimi sual vermək istəyirəm sənə. Ver. Bütün günü buradasan, canlı yayımdasan. Məsələn, insanları savadlı və yaxud savadsız, dini savadı olmayan və yaxud inancı zəif olan insanlar səni eşidir, sənə qulaq asır. Ən çarəsiz halda da üst tutduğu Tanrının şübhə yaranır ən azından ürəyində, onun varlığına və yaxud yoxluğuna. Sənin burada, qardaş, marağın nədir? Bu qədər cəmaatı, yəni sən işləmirsən, gücləmirsən. Hər gün nə qədər deyim ki? Yox, başa düşürəm. Mən səmimi sual verirəm. Də deyirsən ki, mənim marağım yoxdur, məni istiqamətləndirmirlər. Gözəl də, başa düşdüm. Əziyyət çəkirsən, tər tökürsən, oturmuşsan orada, yeri gəlir əsəbləşirsən, yeri gəlir burada nalayiq sözlər yazırlar. Nə qədər sən əsəbləri bir sakitləşdirsən də, bu ədəbsizlikdir, başa düşürəm. Sən onu oxuyursan, hər dəfə biraz. Bu xoş şey deyil də, sənin əsəblərinə təsir. Sənin burada qazancın nədir, qardaş? Mən bunu bilmək istəyirəm. Tam səmimi sənə sual verirəm bunu. Həqiqətən səmimi bilmək istəyirsən, yoxsa elə belə sadəcə öz doğruları verir. Valla mən Allah inanclı adamam. İndi hər bir inancı var da, yəqin ki, hörmət edirsən sən özündə. Neçə yaşın var? Ki, bu insan Allah inanclı. Mənim 35 yaşım var, qardaş. Sən 2020-də, 2023-də terrorda və 2-ci Qarabağ müharibəsində hardaydın? Ya savaşdaydın yoxsa sivildə? Yox, savaşdaydım. Hə. Savaşdaydın? Bəli. Hər hansı bir yaralanman falan olmayıb? Şükür Allaha, yox, olmayıbdı. Ya bunun sualı nəyə görə deyirsən ki? Dəxli odur ki, mən bir vedrə qan tökdüyüm dəyərlər uğrunda. Qulaq as da, qulaq as. Bax, mən bir vedrə qan tökdüyüm dəyərlərin hansısa ağaya, hansısa küçüyə, hansısa haftafaya satılmasına imkan vermirəm və rəstə deyirəm. Bu bir. İkincisi. Hər qulaq as, sakit. Sus. Siz bunu hər dəfə eləyirsiniz və bilərəkdən eləyirsiniz. Vallahi mən bilərəkdən eləmirəm. Sakit qardaşım, sakit. Bunu bir dəfə deyəcəm və təkrar qulaq as. Görürsən, hörmətlə danışıram, qardaş. Əzim, sakin. Elə siz hörmətlə şirin danışıram deyə cəmaatın başını yeyirsiniz. Gəldi ikinci bir məsələyə. Jetonmu atılır, yaxşı eləyirlər. Dəstəkmi olurlar, yaxşı eləyirlər. Qazanc mı var, yaxşı eləyirlər. Başqa bir şey. Burada minlərlə adam dəstək olur. Kimsə də deyə bilməz ki, kimsə kiməsə niyə dəstək olur. Yaxşı eləyirlər. Mən podkastda da dedim bunu. Dəstəkləyirlərmi? Maliyyələşirəmmi? Hə, maliyyələşirəm. Burada minlərlə adam maliyyələşdirir. Hər biri 3 dənə gül, 5 dənə gül bacardığından ekran tıklayır. Yaxşı eləyirlər. Sən kimsən ya da başqası kimdir? Gəldik üçüncü məsələyə. Əgər həqiqətən səmimi və net bir şəkildə soruşmaq istəyirsənsə, bu gün Avropada Türkistan tarixi ilə bağlı olan, bu gün hal-hazırda çəkim ekibi, Tengora platformasına bağlı çəkim ekibi hal-hazırda Litvada, Polonyada, Macaristanda Türk tarixinin izləri ilə bağlı antropoloji çalışmalar aparır hal-hazırda. Və bunu bizim platformanın fonlaması ilə aparır. Və sənin fonlama dediyin şey elə 3-5 manat da deyil. Baya böyük bir büdcə ayrılıb bundan ötəri. Azərbaycanda kiminsə başı ya da korpusu çatmayıb indiyə qədər ki. Cəhd eləsin, getsin Litvada, Polonyada, Macaristanda, Viyanada, burada Türk izləri ilə bağlı böyük bir layihəyə fon ayırsın, böyük bir layihədə Türkistan tarixi ilə maraqlansın, antropoloji araşdırmalar aparsın. Yaxın 10 günün içində 70 dənə video birdən yayınlanacaq. 2. Tengora deyə bir bilim platforması qurulub, 1-2 aydan sonra başlayacaq tur fəaliyyətlərini, Azərbaycanın geoloji mövzularını araşdırmağa, gen araşdırmalarına, DNA araşdırmalarına, bəlli bir laborator cihazlar təmin olunacaq. Bunu kim maliyyələşdirir? Bax özünüz, öz cəmaatımız. Burada olan öz cəmaatımız maliyyələşdirir. Yaxşı deyirlər. Kimin də etirazı varsa, jeton belə getdi, hədiyyə belə gəldi, yaxşı deyirik. Var başqa bir şey mən qardaşım. Mikrofonu aç, sözü denən sağlaşa. Mənim heç bir etirazım yoxdur, qardaş. Mən sənə səmimi sual verdim. Mən də sənə səmimi dedim. Bütün dünyada digital platformalar və yayın strategiyası donation üstündə işləyir. Bildim gözəl. Donation üstündə işləyir. Bu kültür Azərbaycanda oturmaya bilər. Bu kültür, bu mədəniyyət Azərbaycanda yerləşməyə bilər. Çünki Evrim Ağacı kimi bir platformanın altında 2 metrəlik yardım və bağış anlayışı kampaniyası var. Diamond'ın özəl abunəlik sistemi var. Bütün dünyada teist ya da non-teist yayınların bir dəstək anlayışı var.
ve bunun hara istifadə olunduğunu o ekip ve o ekibin içindeki o destekçiler bilir. Bunun size, senin düşüncede olan insanlara veya etraftaki insanlara, hatta ateistlere bile hiçbir dəxli yok. Bence yeterince net bir şekilde açıkladım. Olar mən danışım indi. Mən sən sözü kəsmədim, yəni sərbəst danışdın. Mən sənə həqiqətən səmimi sual verdim. Ola bilər bəlkə də sən burada yorublar, kimlərsə sənə başqa bir sual aqressivləşdiribdi. Mən yəni həqiqətən də səmimi sual verirəm sənə bu verdiyim sualları. Sizin iddianıza göre insanlar mutasiyadan, yani meymundan yavaş-yavaş əmələ gəlib də düzdür. Mənim iddiam deyil, biologiyanın iddiasıdır və təkamül müzakirə edəcək kapasitede və potensialda deyilsən sən. Təkamülün tərifini soruşsan bilməyəcəksən. Hansı bilgi və güvəni təkamül rəddiyə verməyə çalışırsan? Bax, görürsən, mən sən sözü kəsmirəm. Sən qışqır bağırla, məsələn, qışqıra, yüksək səs. Sizlə mənə fərqim odur ki, ey dəyərli mömin qardaşlar və bacılar deyib, zığıldı cəmatın başı yemirəm. Necəyəm Seliyəm? Xoşa gəlmə, get başqa yana. Power, buyur, xoş gəlmişsən. Axşamın xeyir. Axşamın xeyir. Mən birinci dəfə sənin yayınına qoşduram. Belə yayınlarımı izləyirəm. İndi mənim sənə bir-iki dənə sualım olacaq. Bu maraqlıdır. Azərbaycanda, Qarabağda sənin fikirlərimi mən yenə hörmətlə yanaşıram. Sən də mənim fikirlərimi hörmətlə yanaşır. Şəhid olan qardaşlarımız, vətən oğullarımız şəhid sayılırmı? Bəli, şəhid sayılır. Çünki Azərbaycan Respublikası bunu dini termin olarak, hüquqi termin olarak istifadə edir. Şəhid sayılırsa, Allah buyurur da bunu şəhid olsun. Allah'ın buyruğuna göre değil, Azərbaycan Respublikasının verdiği dövlət statusuna göre. Yaxşı, onda bu belə Azərbaycan status verir, amma dini baxımdan verir də bunu. Mən dini baxımdan maraqlanmıram. Azərbaycan Respublikasının hüquqi konseptdə verdiyi statusda maraqlanıram. Bu bir. İkincisi, xeyr, dini baxımından verib eləmir. Azərbaycan Respublikası şəhid və şəhid ailəsi statusu verəndə kiminsə dini mənsubiyyətinə, dininə, milliyyətinə, irqinə, rənginə, burnunun balacalığına, böyüklüyünə baxmır əzizim. Sən heç Azərbaycan Respublikasında şəhid və şəhid ailəsi statusunun Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən verildiyini görmüsən. Qafqaz Müsəlmanlar İdarəsi baş nazirin təyin edə biləcəyi, silahlı qüvvələrin təyin edə biləcəyi və ya prezidentin təyin edə biləcəyi şəhid statusunu verə biləcək rütbəyə və səlahiyyətə sahibdir. Xeyr, din dövlətdən ayrıdır. Dövlətin verdiyi şəhid statusunun dinlə uzaqdan yaxın əlaqəsi yoxdur. Bir ateistə də şəhid statusu verir, xristiyana da verir, yahudiyə də verir və s. Başa düşdün mənim qardaşım? Bunun yəni dinlə əlaqəsi yoxdur. Gəldi ikinci bir məsələyə. Sən mənə izah elə, Babəki soyanlarla, Babəki doğrayanlarla, Nəsimini soyanlarla Qarabağdakı şəhidləri eyni statusa qoya biləcək potensial var mı sizdə? Mənə izah edə bilərsənmi bunu? Xeyr, yoxdur. Yox. Ay o zaman mənə dini cəhətdən izah elə. Ərəblər gəlmişlər Azərbaycana, din yayırdılar. Dolayısıyla Allah uğrunda döyüşürdülər. O adamlar da şəhiddir, vətən uğrunda döyüşən Babək də şəhiddir. Yəni din şəhididir. Yox, din şəhidi deyil. Ay sabahları mərası bir şərri ölkə ilə biz savaşa girəsi olsaq, onunki şəhiddir, bizimki şəhiddir. Bax indi, burada belə bir şey var da. Sən torpağı üçün həqiqətən də vuruşursan da bu şəhiddir. Mən nə demək istəyirəm burada? Demək ayəti göstər. Ayeti nətər göstərim sənə mən burada telefon. Yoxdur elə bir ayət, mən qardaşım. Yoxdur. Bilirsən nə deyir ayət Bəqərədə? Allah uğrunda, Allah yolunda öldürənlərə ölü deməyin, onlar diridirlər. Sən mənə izah edə bilərsən, burada torpaq hardadır. Torpaq hardadır, hədislərdədir. Amma torpağın yanında nə var? Qarın ağrısından ölənlər də şəhiddir. Torpaq məsələsinin yanında. Qarın ağrısından ölənlər də şəhiddir. Səyahat zamanı ölənlər də şəhiddir. Yoluxucu xəstəlikdən ölənlər də şəhiddir. İndi sən qarın ağrısından ölən bir adamla bizim cəbhədə can siparanı döyüşüb həlak olan vətəndaşımızı eyni kateqoriyaya nətər sala bilərsən? Nə tür bir vicdan olar bu? Yox, mən onu o kateqoriyaya salmıram. Sadəcə sənin dinin salıram mən. Hə, ay sağ ol, bundan razıyam. Mənim dinim ona salır. Mən də dinimə inanıram. Sən dinivə inanırsan, yəni sənin gözündə və vizyonunda belə düşünürsən ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, namusu, qiriyyəti, milli çıxarları uğrunda döyüşmüş hərbi personal cənnətdədir və tomurcuq məməli hurilərin yanına gedib. O qədər vizyonsuzdur yəni sənin düşüncə anlayışın. Yox. Əsla. Bax, indi mən sənə bir şey deyim. Belə bir şey vardı. Mən sənə açıq danışıram burada. Deməli, bu Azərbaycanda yayılan dindən, mən indi bir başqa ölkələrdə də olmuşam, orada da görmüşəm və bir çox müsəlman ölkəsində Azərbaycanda dini elə formaya salıblar ki, insanlar dini onlar, yəni Quran-ı Kərim necə buyurubsa yox,
başdakılar necə istəyirsə onlar elə edirlər. Amma Quran-ı Kərimlə yönetilsə, Quran-ı Kərimlə oxuyub, həqiqətən də o cür yaşasa, onu yaşayan yoxdur. Fakt yoxdur. Adın Ona nədir görə sənin mənim qaqaşım? mənim adım İlqar. Mən sənə əmin eləyirəm, əmin eləyirəm. Ha? Hətta burada iddiaya da girərəm. Sən Quran-ı Kərimin şərtləri ilə, şəriəti ilə yaşaya bilməzsən. Niyəsinə Xeyr, sual ya- versə dəlil verim. Yox, mən yaşaya bilmərəm. O dəlil ehtiyac yoxdur. Yaşaya bilmərəm. Həqiqətən də elədir. Mən Niyə? bundan tam razıyam. Çünki cəmiyyət elə formalaşıb ki, həqiqətən də onlarla o necə buyurulubsa, o cür yaşayan insan da yoxdur. O nə tər deyim? Məscidə gəlsən, imam namaz qıldırır, düzdürmü? O imam maaş alır. Maaş alan adamın arxasında namaz qılınmaz ki, mən onların imamlığına, mən onların verdiyi fətvalara nə inanmıram, nə saymıram, nə Qurana hərəm. inanırsan əzim, Qurana. Bəli, bunların varlığına, Allahın Mən də sənə varlığına deyirəm inanıram. ki, Quranın verdiyi hökmlərin hamısını icra edə biləcək güc var səndə. Xeyr, yoxdur. Niyə yoxdur? Bilirsən niyə yoxdur? Deyim də sənə. Başlayasan Fatihədən, icra eləyə gələsən, Nur surəsində ilişəsən. Deyəsən, yox, bu qiriyyət məsələsidir. Bizdə belə bir sıxıntı ola bilməz. Anladın? Mənim qardaşım. Yəni, kültürel olaraq, mədəni olaraq o Quran bizim mədəniyyətimizdən üst-üstə düşmür, mənim qardaşım. Düşür yoxsa? Düşmür. Hal-hazırda düşmür. Düşmür. Mən səndən tam razıyam. Hal-hazırda söhbəti deyil də əzim. O zaman sən hal-hazırda deyirsənsə, deməli sənin Quran anlayışın 1400 il əvvəl aiddir, bu günə yox. Amma əmin ol, 1400 il əvvəl də düşmürdü. Çünki bizim ondan kapsamlı bir türk törəmiz var idi. Türk törəsinin yanında Quranın hökmləri 5 razmer geridən gəlir. 5 nədir? 55 razmer. Dostum, indi mən sənə inancım haqqında deyim də, çox qısa. Bax, bütün müsəlman dövlətlərində hansı dövlət olur olsun fərqi yoxdur. Bütün Quran-ı Kərimə inanan insanların tək sözü var, salam mələküm. Salam salamdır, bütün şeydə. Amma bu başqa dinlərdə biri, nə bilim, hello, biri zdravstuyte, din paramparça olub onlarda, onları fərqlidir. Amma bütün müsəlmanlar bir yerdədir. Yəni bir Hardan bir yerdədir ki, qardaş? Yahudilərdən fırladıb özünüzə salam düzəltmisiniz. Hələ bir deyirsən ki, bir yerdədir. Yox. Salam dediyin şey İbranicəyə gedir. Çıxır şalam aleykümdən fırladılıb. Sənin Allah anlayışın belə elahimdən götürülüb. Sən nəyin dərdindəsən? Dostum, mən sənə bunu demək istəyirəm ki, mənim inancım, Allaha inancım var. Allahın göndərdiyi Sənin kitaba yaradıcıya inancın var, yoxsa ərəb bütpərəstliyinə inancın var? Anlamadım Xeyr, ki. mənim ərəb bütpərəst. Yəni mən bir şey deyim, mənə vaxtıykən öyrətəndə ki, yəni bizim ən böyük düşmənimiz filan kəsdir. Xeyr, mənim öz aləmdə, mənim özüm üçün, mən özüm araşdırdığıma görə mən Azərbaycanlı olaraq deyirəm. İndi mən xaricdə yaşayıram da bir rahat da danışa bilirəm. Mən bir Azərbaycanlı olaraq bizim ən böyük düşmənimiz İrandır. Bizim ən böyük düşmənimiz ərəblərdir. Bizim ən böyük düşmənimiz bu İran mənim- falan deyil. Bizim ən böyük düşmənimiz farslar ola bilər. İran Farslardır. 90% Ben bizimdir İran zaten. xalqını yox, belə İran xalqından getmir, İranlılardan Farslardan gedir söhbət. Bizi ən Farsların çox orada əziz. Farsların orada balaca bir coğrafiyası var. Farsların orada etik gücü var. İran zaten bizim İndi mən araşdırdıqlarıma görə bu mənim üçün Əslində mən sənə belə- qeyri-adi situasiya deyim, nadir hallarda belə şeylərdən danışıram mən. Əslində Azərbaycan, kök Azərbaycan dediyimiz şey elə İranın özüdür. İran coğrafiyası, mərkəzi Azərbaycan, Azərbaycanın mərkəz yuvası elə Təbrizdir. Başa düşdünüz? Yəni ilk Azərbaycan dövlətləri, ilk türk dövlətləri o bu coğrafiyada elə İrandan başlayıb qurulub. Kuzey Azərbaycan da bizimdir, İranın 90% də bizimdir. Bəli, mən dostum, Oğuzların yayılmasının mərkəzi İrandır. mən sənə, sənin fikirlərinə də, sənin dediklərinə də hörmətlə yanaşıram. Sağ ol. Sən də məni çox gözəl dinləyirsən. Təşəkkür edirəm. Təşəkkür edirəm əzizim. Aydınlıq da gətirməyə çalışırsan. Təşəkkür edirəm. Amma mən bir dənə bunu demək istəyirəm ki, burada qoşulan insanlar da var. Dönən bir rus dilli bir müəllim qoşulmuşdu. O da danışa gedirdi. Amma sən də bunu qəbul elə ki, sənin bu dediyin elm, bu bəşəriyyətin məhvinə aparan elm dində bir çox şeyi açıqlaya bilmir. Bəşəriyyətin məhvinə aparan elm deyəndə ki, bu bəşəriyyətin məhvinə gedən elmin yanına getmə də, həkimə zada getmə, neysən doktorun yanına getmə. Otur dua elə də, sən nəyinə lazımdır? Xeyr, mən onu demək istəmirəm. Mən onu demək istəmirəm. Yəni bu elmin inkişafı bəşəriyyətin məhvidir. Bu
Bu kəsindir. Bu mən belə düşünürəm. Əzizim, bəşəriyyətin nə idi başqa bir şeydi. Gəlsə sadə və nadirən danışdığım başqa bir şeydi. Mən qardaşım, Yaponlar zaten udzurdu. Yaponlar zaten udzurdu. İkinci Dünya Müharibəsində. Uduzurdular, amma təslim olmayacaqlar və kamikadze fəaliyyət aparırdılar. Yəni kontrgerilla savaş aparırdılar və bu Amerikaya baha başı gəlirdi. Eyni zamanda Mansuriyaya Ruslar basıb girirdi. Sovet qoşunları basıb girirdi. Çünki artıq güclənmişdi. Sovet qoşunları girirdi. Amerikalılar 2 dənə atom bombası atdılar və kökündən həll elədilər məsələni. İndi məsələnin ikinci tərəfi var. Amerikalılar onu atmaqla tonlar, minlərlə insan, 100 minlərlə insan öldürdülər. 100 minlərlə insan öldürdülər, milyonlarla insanı da bir dəfəlik xəstə elədilər. Zaman içində ölümünə səbəb oldular. Ədəblidirmi, ədəbsizlikdir. Əxlaqsızlıqdır, əxlaqsızlıqdır. İnsanlıq düşmənidirmi, insanlıq düşmənidir. İndi sən mənə de görün, bir dənə xırdasını Azərbaycan atsalar nə olacaq? Müdafiə sistemimiz yoxdursa. Güc, texnika, elm kimin əlindədirsə, dünyanın paşası da o da, ağası da odur. Bəli, mən deyirəm ki, biz də kimsə demirsə atom bombası ataq, nəsə eləyək, cəmiyyəti, bəşəriyyəti məhvə sürüşləyək. Amma o atom bombası bizdə də olmalıdır, onu eləyə biləcək elm adamlarda olmalıdır. Niyə yoxdur? Dünyada Avropa konvensiyalarında, Avropa sistemlərində, konferanslarında bizi təmsil edən bir elm nümayəndəsi göstərməyə görə neçəsi yetişdirib? Azərbaycan Elmlər Akademiyası neçəsini yetişdirib? Cəmiyyət neçəsini yetişdirib? Hansı beynəlxalq arenada güc sahibi olan bir texnologiya şirkətimiz var? Hansı beynəlxalq arenada elm şirkətimiz var? Biokimya şirkətimiz var? Biotexnologiya şirkətimiz var? Müdafiə sənayesi şirkətimiz var ki, beynəlxalq arenada gücü olsun. Niyə yoxdur ki? Biz niyə eləyə bilmirik? Nəyimiz əksikdir ki? İsveçrədən əksikdir bizim zamanımız. Xeyr, mən sənin fikirlərinlə tam razıyam. Düz deyirsən. Amma bu da bizim öz nəyimizdir? Öz axmaqlığımızdan, öz səhlənkarlığımızdan, əlimizdəkini olanın varı, olanın qədrini... Axmaqlığımızdan, zadımızdan da öyle. Azərbaycan toplumu kifayət qədər intellektual olmağı da bacarır. Amma ta ki o Eyzəbər B, Eyzəbər C mövzusu bu söhbətin içindən çıxmayana qədər. Ərəb tarixindən çox, öz tarixi ilə maraqlamayıb, ərəb tarixini əzbər bilən adamlar sistemin içindən çıxmayana qədər. Soruşursan ki, Azərbaycan Atropatena nə vaxt var olub, xəbəri yoxdur, amma Uhud döyüşünü soruş biləcək. Soruşursan ki, neçə milli qəhrəmanımız var, topa sayını bilməyəcək, kimlərdir bilməyəcək, amma Kərbəlada olanları əzbər biləcək. Soruşsan ki, bu Qarabağa gedən yol xəritəsi necə işləyir bilməyəcək, amma Məşədin xəritəsini yaxşı biləcək. Soruşsan ki, Azərbaycan neçənci illərdə hansı işləri görüb bilməyəcək, amma İranı soruşsan biləcək, Səudi Ərəbistanı soruşsan, xilafəti soruşsan biləcək. Bir adam özünü tanımaqdan öncə başqasını, özündən minlərlə kilometr aralıda olan bir toplumu tanımağa çalışırsa, çox böyük bir iş görüblər deməkdir. Və bu deyirlər, ha, bax, mən razı olmadım. Ərəblər çox dəxilsiz və əxlaqsız millətdir. Yəni, çox anormal, barbar topluluqdur. Qəbilə topluluğudur. Mədəniyyətsiz topluluqdur. Amma çox da ağıllı topluluqdur. Mən sizə deyim, niyə bilirsən? Minlərlə kilometr gəlib bura qədər öz kültürlərini soxa biliblərsə, mən deyərdim ki, Osmanlıdan daha dəyərli xilafətdir. Dünya strategiyasında, kültürel inteqrasiyada, assimilasiya prosesi aparmaqda Osmanlı'nın əlinə, Osmanlı yəni ərəblərin əlinə su tökə bilməz. Ki o Osmanlı Avropanı fəth eləyəndə Avropaya öz kültürü yerinə, türklük yerinə, türk kültürü yerinə ərəbin dinini aparıb soxuşturmağa çalışdı. Kosovaya, Macaristana, Bolqaristana və s. Başa düşürsən nə demək istəyirəm? Özümüzə aid olan türklüyü yox ha. Aparıb Kosovaya, Bolqaristana, Macaristana türklüyü deyildi, İslamı soxmağa çalışdı. Sən təsəvvür edirsən İslamı gətirib nətə soxublarsa Türk törəsinin üstünə. Dostum, sənə gözəl yayınlar arzulayıram. Təşəkkür ederim. Teşekkürler. Sağ olasın. Buradan Avropaya minlərlə içki ilə gedəsən, Avropanı fəth eləyəsən, Avropaya türk törəsi yerinə aparıb əmmammə soxasan. Yox deyə belə bir şey. Yəni yoxdur da belə bir şey. Basa-basa ged Avropaya türklük yerinə əmmammə sox. Molla vitvasonu sox. Saqqal sox. Maqa teşekkürler. Buyur dostum, hoş geldin. Salam, səsim gəlir mi? Gəlir dostum, gəlir. Hər vaxtın xeyir. Mən sizin yayımı nə vaxtdan izləyirəm. Mən özüm müsəlmanam. Sizin də fikrinizə hörmət eləmirəm. Çünki sizə hörmət eləsəm, mən də Allah'a inkar eləmiş olaramsa. Səsim gəlir. Sabah bir savaşsa da olsa, bir yerdə döyüşəndə deyərdin də bunu çək. Bir yerdə döyüşəndə dini məlumatlar artıq keçir ikinci plana. Çünki vətən birinci yerə keçir. O heç. Mənim sadəcə sualım var. Siz tarixi də inkar edirsiniz, yoxsa necə? Hansı tarixi?
hazırki yaşamış dünyada yer üzündə yaşanmış tarixlər. Dəlili olan tarixi, antropoloji, geoloji dəlil olan tarix inkar olunmur. Məsələn, Napolyon Bonaparte yoxsa və məsələn lap dərinə getsək, Misir ehramları, Firon. Hə, Bunları təsdiqləyirsiniz də, düzdür? təbii ki. Okey. Deməli, mənim sadəcə sualımdır. Prosta cavab bilirsinizsə, sizin də fikriniz maraqlıdır. Deməli, Tamam. e, Buyurun. Kardeş hara gettin? CPT'den mi okuyorsun? Hardan okuyorsun? Gel. mən sizə deyəcəm, siz əzbər bilirsiniz də yəqin ki, həmin yeri. Hansı Onun yeri? üçün nə göylər ağladı, nə də yerlər yas saxladı. Hansı ki, Firon Səsin üçündür. getmiş deyəsən. Səsim gəlir, hə, üzrüsən. Hə, ekranı bağlayıb arxa plana getmə də, hə. Yaxşı, ayət axtarır, ayət axtarır. Musa və Firon söhbətindən mi gedir? Bəli. Deməli, Mənə Musa'nın varlığına dair bir dənə antropoloji dəlil verə bilirsən misən? antropoloji dəlil ümumiyyətlə 3000 il bundan qabaq belə deyim də sizə mumyalanmış fironlar falan, yəni bunlar varsa, deməli buna da biz necə inana bilərik? İmenoy Musaya inanacağıq. Sırf Musa'nın əsası tapılsın və yaxud da Musa'nın sümüyü tapılsın deyə bir şey yoxdur. Onu demirəm, mənim qardaşım. Aha. Sən biraz araşdırmısan, amma yanından keçmisən elə bil. Pis mənada demirəm bunu. Gələn dəfə geniş araşdırarsın. Misir tarixində papiruslar deyə bir şey var. Tamam. Hieroglyflərlə yazılan papiruslar deyə bir şey var. Krallar dönəmi var. Fironlar dönəmi var. Tanrılar dönəmi var. Krallar dönəmi ayrıdır. Bunların hamısı kaydı var. Bu papiruslarda yazılar var. Bu Misirlilər qəribə bir adamlardı. Niyə qəribə bir adamlardı? Ən xırda oğurluğu belə, onun hökm prosesini, verilən cəza prosesini hamısını yazıblar. Maraqlısı bir şey nədir? Çox maraqlı deyil mi? Sensasional bir Misir ordusunun dəniz arasında məhv olması ilə bağlı heç bir qeyd yazmıyorlar. Yoxdur elə bir şey. Yox, ümumiyyətlə həmin çayın arxeoloji qazıntılar nəticəsində, yəni sırf deyilib ki, yəni İmenoy bu yolla, yəni sanki bu çay ayrılıb və birləşdirilib. Mən onu özüm antropoloji və geoloji, coğrafi dəlil var bununla bağlı. İmenoy ona belə mən sənə İmenoy açıb bu dəqiqə deyə bilməyəcəm ki, filan yer. İndi insanı, amma faktiki mən Discovery baxmısınız da yəqin ki, o da Amerikanların da, onların da hansısa bir İslamla bir gütdüyü bir şey yoxdur. Mən var. Kim deyirsə yoxdur. Kate Moore kimi adam Ərəbistandan milyonlarla vəsait alıb Ərəb dövlətlərinə özəl olaraq, müsəlmanlara özəl olaraq embrioloji ardıcıllıq yaza bilir. Discovery yaza bilməz. Bu bir. Yenə düzünü də Allah bilir. Aha, buyur. Düzünü kimin bildiyi məsələsi deyil. Düzünü Allah bilirsə sən nəyə gəlmisən bura? O zaman biz diskussiya eləməyimizin heç bir mənası qalmır. İndi gəldik ikinci bir məsələyə. Qardaşım, bu tarixi tutarsızlıq təkcə bununla bitmir. Bu Musa Fironlar dövründə var olubsa, Fironlar dövründə ton yarım papirus var. Nə Musa'dan bəhs olunan bir məsələ var, nə Yahudilərin mövzusu var, nə də ki başqa bir şey. İkinci bir məsələ məntiqi ziddiyyət və problemdir. Ton yarım yolu sürütləyib dalı ilə onu dənizin içinə atacağını, elə asasını vurarıb yanında arxası ilə sürməkdənsə bitirə bilərdi. İkincisi, bu Fironlar o qədər mal adamlar dölüydü ki, Musa dənizi yarısının içinə getsin, bu da bunu dalı ilə basıb getsin. Başa düşürsən, mənim qardaşım. Burada çox absurd temalar var. Hindi gəldi dördüncüsünə. Sən bunu Qurandan götürürsənsə, Quran özü öz başına etibarlı bir qaynaqdır. Çünki ton yarım xətalar daşıyan, ton yarım tarixi problemlər yaşayan bir kitabdır. Başa düşürsənmi mənim qardaşım? Yəni sən Quranı tam oxuyub bu nəticəyə gəlmisən də, düzdür? Bəli. Yəni Bəlin Şirin, necəli bir dənə də olsun möcüzə olmadı sənin üçün. Mən səni İslam'a çəkmirəm. Mən səni İslam'a çəkmirəm və yaxud da ateizmin şey. Sadəcə sual verirəm, maraqlıdır. Çünki mən İslamı yaşayıram. Mən bu möcüzələrin içində yaşayıram. Və bu aşağıda da mənə lazım deyil. Burada mənə kimsə... Yox, uşaqlar, hörmət daxilində sayğılı, ehtiyac yoxdur. Mən də fikir də vermirəm. Mənim nömrəm oradadır. Kimsə nəsə şey olsun. Sakin ol da, sakin ol. Sən zaten niyə fikir verirsən? Sən nə ilə istəyirsən yaşaya bilərsən. Bu sənin şəxsi fikrindir. Quranın içində bir dənə də bir möcüzə, əzizim möcüzə məsələsi başqa bir şeydir. Məsələ burasında ki, Tanrıdan bir... Niyə sözümü kəsirsən?
Çox üzr istəyirəm. Elə bildim qurtardın. Buyur. Aha. Yox, qurtarmamışam. Sual versəniz cavablamağa çalışacağam. Cavabı kəsiləndə mən onu təkrar toparlayana qədər təzədən bir də başdan başlamalı oluram. Onca problem olur. Əzizim, Quranda bir dənə xətanın olması yetərlidir. İstəyir 75 dənə möcüzə olsun ki, yoxdur. Bir dənə xəta varsa orada onun Tanrıdan gəldiyi qüdrət anlayışını, sonsuz gücü, hər şey bilən bir Tanrıdan gəlmiş bir kitabın içində bir dənə belə xəta olmamalıdır. Qaldı ki, birdən deyil, minlərlə xəta var, çelişkilər var, uyğunsuz ayətlər var, şəxsi məsələlər var, yataq məsələləri var. İndi gəldik digər bir məsələyə. Bax, aşağıda sənin dostların da yazır. Görsən, deyirlər ki, tərcümə problemidir. Əgər tərcümə problemidirsə, Quranın niyyəti də, məğzi də, bəyanı da itmiş olur. Çünki Allah mənə, yəni insanlara kitab göndəribsə və mənim bunu bilməyimi, anlamağımı, ibadət eləməyimi, itaət eləməyimi istəyibsə, bir zəhmət mənə çatdıraydı onu. Tərcümə xətalarına boğuşası deyiləm mən ömür boyu. İndi gəldik digər bir məsələyə. Sən Qurandan götürdüyün istinadı hansı epistemik yolla, yəni bilgi fəlsəfəsinin ardıcıllığı ilə dəlilləndirdin? Bunu hansı metodika ilə elədin ki, Musa var idi, Musa asasını vurmuşdu, dəniz yarılmışdı və s. Bunu eləyə biləcəyin bir qaynaq yoxdur. Aha. Buna sən ancaq iman eləyə bilərsən, yəni bu iman məsələsidir. Aha. Üzr istəyirəm. Deyək ki, məsələn, sizin düşüncəvinizlə mən sizə 3 dənə arqument deyim, yəni həmin o hadisə əsasına. Siz nə dini yaşayırsınız, nə xristiyan, heç bir din yoxdur, sadəcə cavab verin. Eramızdan əvvəl 3000-ci ildə yaşayıb da Misirlilər, düzdür? Papiruslar dediniz bir yaxlarım. 3500. 3500, super. Daha da çox. Deməli, Firon, hansı ki o Quranda keçən, adı keçən Firon, çayda batan. Bu batdıqdan sonra Misir kahinləri buna şeir yazırlar. Hansı ki, indi onu deyəcəm. Heroqlifləri deyirəm. Heroqliflər özünüz bilirsiniz də neçənci əsrdə və kim tərəfindən artıq aşkar olundu ki, bunlar heroqlif sadəcə şəkil deyilmiş bir yazıymış. 18-ci əsrdə Napolyon Bonaparte tərəfindən, düzdür? Eşidirsiniz mənim səsimi? Mən sən az öncə bir ton söz danışdım. Yox, mən bir dənə sualımı qutarım, qardaş. Sən cavab ver, mən də deyim ki, oldu, sağ olun, görüşərik. Mən çünki 3 gündə qoşulmaq istəyirəm bu sualı sizə vermək üçün. Həqiqətən çox maraqlıdır mənə bu cavab. Deməli, 18-ci əsrdə Napolyon Bonaparte Misiri, təxmini deyirəm, tam tarix demirəm, 18-ci əsrdə Misiri fəth eləyir. Fəth elədikdən sonra Misir heroqliflərinin yalnız şəkillərdən ibarət olmadığı aşkara çıxır və oxumağa başlayırlar. Və bu oxuyanlar da oxuduqdan sonra görürlər ki, Firon qəbrinin üzərinə yazılıb ki, məsələn də indi əyani olaraq deyirəm, sən bizim Allahımız idin, sən bizim Tanrımız idin, sən öldün. Və sənin üçün göylər ağladı, yerlər də yaz saxladı. Bu oldu 18-ci əsrdə, düz? Okey. Bunu qoyduq qutuya. Supersən. Mənə bu lazım idi ki, bunu bir dənə deməyəsən ki, yoxdur belə şey. Avtomatik Quranı çöşdürür, bu xəbərin yoxdur. Yox, deyirəm. İndi mən deyim. Əzim, əlasan nədir? Biz burada şey deyirik. Qurtarmamışam. Bir dənə şey məlumatı verim, davam eləyərsən. Bir dənə məlumatı verim, qardaşım. Aha, pov olaraq deyəndə uzanır söhbət, insanların fikri yayınır. Bunu deyim, sonra mən qurtarmamışam axı sözümü. Bu 18-ci əsrdə fakt aşkar olundu, düzdür ki, bu belə yazılıb. Eramızdan əvvəl 3000-in əvvəl, düzdürmü? 7-ci əsrdə enmiş Quranda Allah, yəni təfsirçilər deyir ki, niyə Allah bura yazıb ki, biz Fironu batırdıq. Onun üçün nə göylər ağladı, nə də yerlər yas saxladı. Bunun yəni gülməyək də bir-birimizə lağlağa eləmək lazım deyil. Mən çünki güclü bir arqument vermişəm. Mən sizə burada demirəm ki, filançat gəldi, qılıncım belə vurdu. Sənin xəbərin yoxdur. Qardaş, bax mən sənə dedim, sən artıq vicdanın var, mənim də vicdanım var. Qardaş, bir dənə sakin, relaks olaq, sakin. Okay. Sənin Quranındakı tekst Misir heroqlifləri ilə var olan bir tekstdir? Yox, qarışdırmayaq. Yəni o elə bir şey deyil. Sən təsdiqlədin ki, göylər ağladı, yer ağladı. Bu heroqliflərlə sabit olan bir qaynaqdır. Göylər deyir ki, Quranda onun üçün nə göylər ağladı, nə də yerlər yas saxladı. 3000 il əvvəl Firon heroqliflərdə nə yazılıb? Heroqliflərdə yazılıb ki, sən bizim tanrımızsan, sən bizim nə bilim nə əyani olaraq deyirəm. Və orada bir əsas bir şey var, əsas arqument. Sənin üçün göylər də ağladı, yerlər də yas saxladı. Ey Firon, bizim tanrımız haşa. Əhsən. Sən
Fərqindəsən ki, Misir qaynaqlarından kopyalanmış bir teksti Quranda istifadə ediblər. 3000 il əvvəl olan şey 7-ci əsrdə 23 ilə enmiş kitab, qoyun dərisi ilə yazılmış bir insan 7-ci əsrdə çoban sənəti ilə olan Muhammed sallallahu əleyhi və səlləm necə bilə bilərdi ki, 3000 il əvvəl belə bir şey var? Mənə qardaşım, birincisi sən çoban dediyin adam ticarətçi. Mənim peyğəmbərimdir o. O mənim peyğəmbərimdir. O mən onun üçün. Okey. Başa düşürəm. Sən İslam tarixini detaylı araşdırmısan, araşdırmamısan bilmirəm. Mənə bax qardaş, birincisi zaten biz bunu əvvəllər, yəni təzə başlayıram, mən bir iki dəfə danışmışdım. Sonra gördüm ki, vəziyyət o da öyle, hazır deyil hələ toplum. Burada kritik bir nöqtə var. Sənin bu Quran-ı Kərimin ətraf coğrafiyada, Misirdə, Yəməndə, Kudüsdə, Petrada, Lübnanda olan bir çox qaynağı birebir kopyalayıb. Yarısı dəyişdirilib, göylər ağladı, yerlər ağladı teması birebir kopyadı. Amma ağlamadı olaraq dəyişdirilib. Niyə? Bütpərəstliyin mərkəzinə qoyulan əl-ilahım, Allahım, yəni ərəb Allahım, bu başında fırandıqları Məkkə yəsinin sözdə mərkəzə qoyub gücünü pekişdirmək üçün. Bu bir strateji gedişdir. 2. Sən işin içində Varaka söhbətini bilmiş olsaydın bu qədər rahat danışmazdı ki, bu Varaka denilən herif tarixi qaynaqlara görə kifayət qədər də hieroqliflərdən anlayan, Şumer tabletlərinə qədər analiz eləmiş bir adamdır. Və bu Varaka nə hikmətdirsə Peyğəmbərin ətrafında dolanan bir adamdır. Peyğəmbərin hətta müəllimi dedikləri adamdır. İndi gəldik digər məsələyə. Qardaşım, tarixi qaynaqlara baxanda biz bilirik Şumer tabletlərini oxuyuruq, Şumer tabletləri gəlib çatıb bizə. Çatıb. Akkad tabletləri, Babil tabletləri gəlib çatıb bizə, çatıb. Gəldik digər məsələyə. Musa ilə bağlı tabletlər hardadır mənim qardaşım? Musa ilə bağlı tabletlər bizə mövzumuzdan getmir axı gözəl qardaşım. Mən sənə başqa bir şey deyim. Bizə tablet dediyin şey divara yazıb da Firon əyanları divara yazıb. Qardaşım, sənin üçün göylər ağlamadı, yerlər ağlamadığını Quran deyir. Misirlilər göylər ağladı, yerlər ağladı deyir. Amma heç bir qaynağın sənin demir ki, suda boğulan bir Firon var. Səncə Misirlilər o qədər tupoydu ki, orada bu Fironun hekayəsində harda öldüyünü, niyə öldüyünü, nətər öldüyünü yazmasın. Ki bu adamlar məğlub olduqları savaşlarda yazıblar. Bütün məğlub olduqları savaşları qazıyıblar öz sistemlərin içində, papiruslarında və s. bölümlərində. İndi gəldik digər məsələyə. Bu Musanın var olduğu tarix konkret olaraq bəllidirmi? Əgər bəllidirsə ki, sənə görə bəlli olmalıdır, mənə görə də bəlli olmalıdır. Niyə bəlli olmalıdır? Çünki bu Krallar və Fironlar bölümü ayrı bir bölümdür Misir tarixində. Bilmirəm Misir tarixini nə qədər araşdırmısan sən. Kralların yaşadığı bölüm bəllidir. Fironların yaşadığı bölüm bəllidir. Fironların yaşadığı bölümün içində tarixi qaynaqların %95% antropoloji dəlillərlə sabit tapılır. Nətər olur ki, içində Misir tarixinin içində Firon tapılmır, Musa tapılmır. İndi gəldik digər məsələyə. Bu kralların yaşadığı bölüm, dönəm çox da uzaq bir, sensasional uzaq bir tarix deyil. Hələ Homo erectus, Homo deus kimi ilkel insan növlərinin, homo cinslərinin fosilləri tapıldığı halda. Kütləvi bir məzarlıqdan iz yoxdur ortada. Ki bu Fironun ordusunda minimum 30-40 min adam olmalı idi sənin dediyinə görə və Quranın dediyinə görə. 30-40 minlik bir ordu qalıntısı yoxdur. Ordunun sürsümünün başını bıraq, bunların əlində metal, qılınc, qalxan və s. kimi avadanlıqlar var idi. Han avadanlıqların qalıqları. Ki bu Mısırlılar çox da donanımlı və kapsamlı bir orduydu dönəminə görə. Hardadır bu qalıqlar? Zəhmət olmasa. Yenə də mən belə deyim də mən səndən trigonometriyanın sübutunu istəyirəm. Sən mənə nə bilim istilik transferi haqqında danışırsan, sən özündə düzsən, amma mən sualıma cavab ala bilmirəm. Mənim sualım sadə bir şəkildə budur. 3000 il əvvəl olmuş hadisə, 7-ci əsrdə enmiş kitab, 18-ci əsrdə açılmış üstü fakt. Necə olur ki, 18-ci əsrdə açılmış fakt 7-ci əsrdə enmiş bir kitabdan üst-üstə düşür, amma 4007 tamam yazılmış bir 7-ci əsrə aid bir dənə kitab qalıntısı vermə. Yox, bu mövzumuzdan kənar bir şeydir. Mən Birbaşa mövzumuz 7-ci əsrdə, yox, 7-ci demirəm, getməyə demirəm. Yəni varmı 7-ci əsrdən qalan, tam Peyğəmbərin yaşadığı dönəmdən qalan komplekt bir Quran? Qardaş, arxandakı kitablar neçənci ilə aiddir, ən keçmiş? 2019, 20, hətta o tərəfdəkilərdə 1875 daha dərin. 1875, düzdürmü? Tam əminsən də o 1875-də yazılıb. Karbon testləri var axı mənim qardaşım. Əlasan, ay yaşa öləndə. Mən Konyada yaşamışam, Konyada.
Konya şəhərini tanıyırsan, çox qədim tarixi var. Hansı ki Romalılar da oradan keçib, hansı ki böyük İslam tarixi var orada. Orada 1000-ci əsrdən tutmuş, ta 1400-1500-cü il əsrlərə aid Quranlar var. Hansı ki dediyin karbonlar Neçənci əsrlərə aid? 700, 1000, 1200, 1400 700-cü əsrə aid olan komplekt bir Quran varmı? Kiçik bir şəkildə idi. Var. 800. Konkret mənə rəqəm denən. 800-ə aid Osmanlının əlində komplekt bir Quran yox. Osmanlı yox. Osmanlı 800-də olmayıb. 800-də olan həmin o Ərəbistandan gələn kiçik bir kitab idi. Bildiniz necə? Osmanlı necə yəni 800-də olmayıb? Osmanlı 1900-də 1800-də 800 il əvvəldə demirsən? Yox, 800-cü əsrdən danışıram mən. 800-cü əsr olar yazıb 800-cü. 8-ci əsr, üzr istəyirəm. 800-cü il. 800-cü il, 8-ci əsr. İndi dil dolaşa bilər, amma mən Səlcuq dönəminə aiddirmi? Mən sadəcə sənə gördüyüm Quranın ilini deyirəm qardaş. Mən burada sənə demirəm bu Nə var 8-ci əsrə aid? Bəli, 8-ci əsrə aid. Gedək Konyaya sənə göstərim. Konyada Mevlana cami var. Erdoğanın əlində 8-ci əsrə qədər bir Quran olmuş olsaydı, çoxdan bütün dünya gözünə baxardı. Mən siyasət istəmirəm qardaş. Safsan sən. Yox, xeyr. Yəni təhqir lazım deyil qardaş. Mən burada təhqir demirəm, saflıq məsələsi, ham ola bilər biz məsələsi. Yox, mən saflıqdan Əzim, sən hər dəfə mənlə paralel danışırsan, doğru eləmirsən. Ya danış qutar, mən danışım, ya da ki sən danış. Olar mı? Mən tamam sual verim, amma xahiş edirəm sualımdan kənara yayınmayaq da. Sadəcə o suala da 3000-ci ildə inmiş, 3000-ci ildə divara yazılmış heroqlif. 18-ci əsrdə üstə açılmış yazı. Niyə bu yazı 7-ci əsrdə hansı ki 1400 1200 deyək, 1200 il qabaq olan Quran kitabı ilə üst-üstə düşür. Sadəcə bu cümlə. Gəl sübut eləyim. Süpersən. Yarımçıq hazırlaşmışsan. Olar. Ya mən sizi deyirəm, siz burada danışırsınız falan, bioloji terminlər işlədirsiniz. Ya elminiz aha. Deyirsiniz? Yox, ekrana qoyuram. Ha. Gör nə yazıb sən ayətin. Gör necə qəşəng səliqəli şəkildə özünü sığortalamağa çalışır. Biraz kontrolu basıb bir dənə minusu basın, incəsin, balaca kontrol minus. Sən səbirli ol da dostum, kontrol minusun harda olduğunu bilirəm. Sən niyə belə həyəcanlısan? Gəl. Gəl. Oxu gör nə yazılıb bura? Onlar bu keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdı. Bunlar səhər axşam bu tamam başqa mövzu olmalıdır qardaş. Eyni mövzudur əzizim, eyni mövzudur. Birincisi sənin peyğəmbər dediyin adam zaten orada bir ticarətçi idi və keçmişdə gələn nağılları toplayıb bir Quran ayəti kimi cəmaata vermişdi. Başa düşdünmü? Çox sadə bir izahı var bunun. Mən elə bildim mənim ayətimi açasınız. Yəni mənim dediyim ayəti açasınız. Daha doğrusu yəni bunun ardı nədir? Bu ümumiyyətlə təfsiri nədir? Nə ayət? Hansı Əl-Furqan surəsi 5-ci ayə. Mən kompüter necə yəni təfsiri? Mən də səndən paralel bax. Prosta vaxtım var da yəqin ki, mən də buradan bir yerdə təfsirə baxaq, bir yerdə təfsir şiə yoxsa sünni təfsiri? Əhl-i sünnə vəl cəmaa. Əhl-i sünnə təfsirlərinə etibar edirsən? Təbii ki. Yəni mənim qaynaqlarım kimin təfsirlərinə? Təriqətdən artıq danışmayaq da, sırf İslamdan danışaq, siz də sırf ateizmdən. Mən indi sən hər hansı bir mövzuda təfsir gətirəsən, eyni təfsirçidən mən başqa bir mövzuda təfsir gətirsəm, sən deyəsən yox, bu qəbul deyil. Ona görə də konkret mənə ad dinən əvvəlcədən. Onda ortadan girsək, yəni gərək bizim məsələn də kvant fizikasından danışmırıq ki, sırf alimlərin adı ilə danışaq ki, filan kvant fizikasında filan alimin... Təfsirçi kimdir, adın dinəndə? Kardeşim təfsirçinin kimin təfsirini gətirirsən adın dinəndə? Əl-Furqan. Demirik. Kardeş təfsirçinin adın dinəndə? Kimdən gətirəsən? Ya Tirmizdən gətirəsən, ya Təbərdən gətirəsən, ya da ki şeydən də, İbn Kəsirdən də. Deyil. Olar.
Olar. Yəni çünki bilirsiniz nədir söhbət? Yəni mən deyəcəm, siz yenə də onun haqqında deyəsiniz ki, odur, bu budur, bunun səhvi budur. Adını denən General təfsiri deyil. General deyək. Deyək general. Mənim də elmim o qədər. General olmur, yazım keyfə görə təfsir gətirə bilərsən. Təzə temadır. Yox, belə deyək də. İndi siz gətirmisiniz bu Quran proqramını. Mən soruşmadım ki, bu hardandır, nədir, nə deyil. Qurani-Kərim Əliqan Musayev Əhlüsünnə tərcümətçisidir. Ay sağ ol, hə, Nə ay sağ ol, lictim qəbul olunur. Əhlüsünnə üçün təfsirçilərin adları Tamam, səndən istədim də ilk təfsiri ki, yəni bu ayətin təfsiri nədir? Mən deyib Şeyx Abbas Qumidən gətirsəm qəbul eləyəsən. Yəni indi Əl-Mizandan gətirsəm qəbul eləyəsən. Verim, yəni bəzi təriqətlərdə özümə qarşı nifrət yaratmayım. Tamam, o zaman heç cavab da vermə ki, nifrət yaratmayasan ya da bir sıxıntı. O zaman mən zəhmət olmasa təfsirçinin adını deyəndə nə var ki orada? Tirmizidir, İbn Kəsirdir, kimdir? Deyim, okey. Bax, qardaş, sən əhl-i-sünnə və cəmaətsən, düzdür? Bəli. Ki, sənə bir dənə qardaşın, sən kömək eləsin. Axırda əhl-i-sünnə eləyəsiz. Bax, qardaşım, sizin bütün külliyatınız bundan ibarətdir. Əhl-i-sünnənin yəni. Razı deyilsənsə, etirazın varsa, elə etiraz var. Bu, sünnəh.com. Legitim qəbul olunan dünyada ən güclü, ən sağlam əhl-i-sünnə cəmaətinin qaynaq toplusu. Digital qaynaq toplusu. Bax, sizin bütün qaynaqlarınızın toplusu buradadır. Hamısı buradadır hətta. İbn Kəsir, Təbəri və Sədi, düzdürmü? Hər şey hamısı buradadır, hə. Hamısı buradadır. Tamam, qaydaq ayətə, qardaş, buyur, dinləyirəm səni. Yəni, burada nədir səhv? Mən nə dinləyirsən ki, bax, Kütüb-i Siddiyə nədir bilirsən sən, mən qardaşım? Yox, qardaşım, mən canlıya vallahi deyirəm, 3 gündür buna görə qoşulmurdum, qardaşım. Vallahi mən sualıma cavab istəyirdim. Bildim, tamam da sən təfsirçinin adın nədən geçərmət olmasa Furqan surəsi 5-ci ayətin təfsirini gətir. Tamam, alimlərə girəndə artıq bu bəndə söhbətinə girir. Bəndə də girəndə ateist, məsələn, mən əstəğfurullah ateist olsam, mən deyirəm ki, qardaş, mən adamı tanımıram. Qardaşım, Furqan surəsi 5-ci ayətin təfsirini gətir, bir də təfsirçinin adını denən söhbəti bağlayaq da. Yox, ümumiyyətlə təfsir söhbətini bağlayaq, başqa şey deyirəm mən. Deməyək ki... Təfsiri sən açdın axı. Yox, qardaşım, bax, sən deyə bilərsən ki, mən ateistəm, qardaş, mənə möcüzə gətir, mənə filan kəsir, mən tanımıram o adamı deyə bilərsən. Mən ümumiyyətlə o şey üçün qoşulmamışdım. Ay qardaşım, sən sual verdin ki, 3000-lik, 5000-lik tarixli Quran ayəti hardan bildiyi. Mən də sənə kontrargument verdim və sənin ayətinlə verdim ki, sənin ayətin öz-özünü ortalamaq üçün belə bir tekst qoyur ortaya ki, ətrafdakılar deyirlər ki, sən bizə keçmişin nağıllarını gətirirsən. Bu açıq şəkildə dəlildir ki, məntiqli işləyən, başı işləyən bir adam üçün, səhər üçün demirəm, amma ümumən deyirəm. Hər ağlı başında bir adam üçün bu bir dəlildir ki, zaten o bölgədəki Məkkə və Mədinə ətrafındakı insanlar bu hekayələri bilirdilər. Bilməyən bir adam deyə bilərdi ki, Muhammedə ki, sən bizə keçmişin bildiyimiz hekayələri danışırsan. Dolayısıyla bu temanı, qulaq as da qardaşım, bu möcüzə, tarix dediyimiz temaları bu Məkkənin ətrafında bilgili adamlar da deyirdi. Hətta Əbu Cəhil belə özü deyirdi. Əbu Cəhil niyə cahil elan elədilər ki? Məlum məsələdir də. Ətrafdakı insanlar soruşur ki, vətəndaş, sən zaten bizə keçmişdə bildiyimiz gələn hekayələri danışırsan, sonra bir dənə dank deyə ayət gəlir. Hətta səbəb-i nüzul söhbətləri var burada. Məsələn desəm ki, bu ayətin səbəb-i nüzulunda bax aləm qarşı bir-birinə. Böyük ehtimal çoxunu da oxumamısan. Sən mənə zəhmət olmasa Furqan surəsi 5-ci ayətin təfsirini dinən. Biz sübut edək ki, qulaq as da. Qardaşım, mən səndən axı birinci sualın cavabını almamışam ki, sən mənə sual ver. Cavabı sənin ayətinlə verdim. Bitirim gözlə. İndi bitirim gözlə. İndi sən mənə bu ayətin təfsirini və səbəb-i nüzulunu qoyanda ortaya, məlum olacaq ki, zaten Məkkədəkilər, hamısı yoxdur, bəziləri bu temaları bilirdilər. İndi zəhmət olmasa gətir o təfsiri, baxaq görək nədir vəziyyət. Belə deyim də, qardaşım, mən buna təfsiri gətirməyəcəm o heç. İndi amma prosta başlığı deyim də sənə. Mən burada, bilmirəm bayaqdan nə qədər adam eşitdi, mən sənə sual verdim ki, buna heç bir şey lazım deyil. Hər hansı bir təfsir və yaxud da hər hansı bir problem lazım deyil. Bu sadə bir sualdır. Bir dənə istəyirsən zəhmət olmasa orada qələm qoy qabağa və vərəq üzərində bir dənə sxema çək, bir dənə şkala çək, üzr istəyirəm, şkala çək və o şkalanın başlıq hissəsinə yaz 3500. Ən axırına da yaz 1800 bizim eranın və bir dənə ortaya da 7-ci əsr yaz. Çözdür. Sən gətirmirsən, mən gətirərəm təfsir. Belə baxıram ki, təfsir də gətirəsi olsun. Yaxşı, qardaşım.
Yenə o söhbətə gedəcəyik. Mən bilirsən niyə? Belə bir çıxmasını. Sən zaten yəni Quranı birbaşa inkar edirsən də, düzdürmü? Sən inkar edirsənsə, mən sənin qarşıma 50 dənə də arqument qoysam, vallahi deyirəm sən yenə də deyəsən ki, qardaş falan şey, biologiya, belə girib çıxıb türkün məsələ, yəni hardansa nəsə bir şey deyəsən, mən də baxacam ki, yəni artıq söhbət çox başqa yerlərə getdi. Yəni mən səni izləyirəm, 3-4 gündür dialoqlarına baxıram, hamı ilə danışıqlarını izləyirəm. Sadəcə bu sual Gözlə təsirin gəlir. Sıxıntı yoxdur. o ayətin imenna qardaşım. Bəli. Yox, Furqan 5 yoxsa mən dediyim. Bəli, Furqan 5-in birbaşa. Hə, yox qardaşım. Furqan 5 mənim verdiyim sual deyildi, gözəl birbaşa insan. cavabıdır. Gəlin. Birbaşa cavabıdır. Bax bu Furqan 5, bu Furqan 5. Yəni yenə onlar dedilər, yəni Nadir və Əshabı. Bu Quran öncəkilərin masallarıdır. Bu Quran kendi çağlarındakı öncəkilərin sözləri və yalanlarıdır. Başqalarına yazdırmışdı Həzrət Muhammed. Bunları Cəbir və Yesardan okumasını istemiştir. Al sənə təfsir. Kendisinə okunmaktadır. Həzrət Muhammed'e okunmaktadır. Sabah vakti və axşam vakti. Al sənə təfsiri. Yəni bu masalları, sənin indi danışdığın masalları bu cemaat bilirdi. Al sənə cavab. Nəyi Başka bir qardaşım? şey var mı kardeşim? Sen mi önce dediğin şeyleri? Yox, Ebrat, bu mənim sualıma cavab deyil. Vallahi bu mənim sualıma cavab deyil. Əzizim, teşekkürler. Teşekkürler. Yekundur, məncə yetərlidir. Teşekkür. Allah canımı sağ eləsin. Çox sağ ol, qoşdun, minnətdaram. Sən də Yəni hamı da qulaq asdı, sağ ol. Sağ ol. Əlbəttə ki, hamı qulaq asdı. Teşekkürler. Sağ ol. Sağ ol. Təfsir. Bitti. Hadi canıma geçmişler. Biz tarafa dedik abi Ay işte. yoldaş, ay vatandaş. Selamünaleyküm. Dostum səs-küy çoxdur. Səs-küy düzəlt sonra qoşul. Hazreti Ali buyur, hoş gelmişsin. Salam. Aleyküm. Yanından səs çox gələ bilər, üzrlü sayın. Olmasın da əzizim. O qardaş deyir ki, 7-ci əsrdə yazılan Quran, 18-ci əsrdə məzara atılmış bir yazı necə 7-ci əsrdə bilinə bilər? Əgər Peyğəmbər sallallahu əleyhi və səlləmin ətrafındaşlar bunu bilirdisə, o cəmaət bunu bilirdisə, bu onda çoxdan kəşf olunardı da. Nə kəşf olunardı? O yazı, məzarın üstündə yazılan yazı. İslamdan sonra kəşflər deyə bir şey qaldı mı? İbn Sina qazandı. Yox, mənim əslində qoşulmaq məqsədim başa düşdüm. Mənim qoşulma məqsədim başqa idi. Siz o günlər canlıda dediniz ki, Məkkə daşını öpən bütpərəstdir. Hə, bütpərəstlik nədir ki? Onda cənab prezident də Məkkədə ziyarət olunur. Kəbə daşını öpür. Bütpərəstlikdə nə olsun ki? Bütpərəstlik idi. Meçiddə Heydər Əliyev də İmam Hüseyn əza saxlayır. Dəxili nədir? Yəni bunlar deyirsən ki, cənab prezident mütpərəstdir. Ulu Öndər də ki, meçiddə əza saxladığı üçün cahildir. Canım gözüm, Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikasının vətəndaşı deyil. Vətəndaşıdır və prezidentliyə Qulaq as. Qurana Kəs səsini qulaq as. Kəs səsini qulaq as. Kəs səsini qulaq as. Bunun cavabını Kəs səsini qulaq as. Kəs səsini yox, ədəbli. Azərbaycan Respublikasının bütünü ən yuxarıda durandan ən aşağıya qədər hamısı Azərbaycan Respublikasının vətəndaşıdır. Hər bir vətəndaş konstitusiyaya tabedir. Konstitusiyanın 47 və 48-ci maddəsi söz azadlığı və dini etiqad azadlığı verir. O vətəndaş, vəzifəsi olan vətəndaşlar dinə inanmağı seçə də bilər, seçməyə də bilər. Mən də seçməyə bilərəm. Anladın? Dümbük. Heç olmasa belə işverən formatında gəlirsə, heç olmasa samballı bir arqumentlə gəlin. Başa düşdünüz? Mən müxalif deyiləm. Amma sizin kimi rəzil 72 də deyiləm. Konstitusiya nə deyirsə odur. Tutardı getdi. Konstitusiya nə deyirsə odur.
Emil buyur, hoş geldin sen. Emil, mikrofonu aç da kardeş. Ha kardeş, kabul ben. Abi yoldaşlar, bilirsiniz bu ne vəziyyətdir? Biabırçılıq diye. Bildiğim biabırçılıqdır. Argumentləri qutarıb, ne bileyim, bilgiləri qutarıb, artıq cavab verə bilmirlər. Filan kəs inanır, Michael Jackson inanır, sən niyə inanmırsan? Heç dəxli var. O inanır, sən niyə inanmırsan? Elə ona görə bu gündəsən də sən. Sənin timsalında olan insanlar. Elə ona görə bu gündəsiz. Kimsə inanır deyənə, mütləq mən də inanmalıyım. Bunu bir də deyirəm. Artıq bu söhbəti bir də açmayacağım. Bu söhbət açanda avtomatik atacağım aşağı. Sayın həmvətənlər, vətəndaşlar, xanımlar və cənablar. Azərbaycanda vəzifəsindən, tutduğu postdan, rütbəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının konstitusiyasına bağlıdır, vətəndaşlıq bağı ilə. Azərbaycan Respublikasının vətəndaşlıq pasportunu daşıdığı müddətcə Azərbaycan Respublikasının konstitusiyasına bağlıdır. Dolayısıyla Azərbaycan prezidenti də Azərbaycan Respublikasının vətəndaşıdır. Çünki Azərbaycan Respublikasının vəsiqəsini daşıyır. Baş naziri də, məmuru da, millət vəkili də və ya digərləri də. Dolayısıyla eyni vətəndaş kateqoriyasına baxanda onun inanmaq hüququ var və ya inanmamaq hüququ var. Mənim də inanmaq hüququm var və ya inanmamaq hüququm var. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin 2-ci bəndinə görə dinə münasibətimi sərbəst şəkildə bildirə bilərəm. Dinə münasibətimi sərbəst şəkildə bildirə bilərəm. İndi gəldi ümummilli lider məsələsinə. Ümummilli liderin bir reportajı var, orada Mir Mövsüm Ağaya ziyarətindən gedir. La qeyrət, duraq gedək Mir Mövsüm Ağanın ziyarətinə. Hı? Bak adam ümummilli liderimizin bir şey var. Reportajı var. Reportajda deyir ki, mən Mir Mövsüm Ağa'ya pul vermişdim. Mir Mövsüm Ağa'ya şeylədim, adak verdim. Durun getdiyin Mir Mövsüm Ağa'ya. Ümummilli liderimiz Mir Mövsüm Ağa'nın şeyine gidib. Durun. Sabah nazirlərdən biri Deşik Pirinə getsə, deməli basıb gedəcək Deşik Pirinə. Siyavuş Novruz Deşik Pirinə getsəydi, cəmaat deyər ki, Siyavuş Novruz Deşik Pirinə gedir, sən caz bilir o. Hüseynli buyur, xoş gəlmişsən. Axşamınız xeyir. Axşamın xeyir. Səsim yaxşı gəlir? Gəlir, buyur. Yo, provokasiya deyil, inşallah bu provokasiya olduğunu, onların provokasiya elədiyinin fərqindəyəm. Sadəcə mövzuya cavab verirəm ki, düşünməsinlər ki, siyasət ya da siyasi klik mövzulardan danışmaq olmaz. Yoxdur belə bir şey. Apolitik adamlar deyilik biz. Ölkə də bizimdir, dövlət də bizimdir, prezidentini də biz seçmişik. Tarih getdi. Bu qədər qorxaqlıq hardan gəlir? Bu qədər, yəni nəyin mövzusudur bu? Doğru düzgün analiz edən bir adam niyə qorxmalıdır ki? Niyə çəkinməlidir ki? Bu qədər apolitik olmağın mənası nədir? Nəyin vizyonunda yaşayırsınız? Sonra da deyirsiniz ki, bizim haqqımız belə getdi, hüququmuz belə gəldi. Bu qədər qorxa-qorxa danışmazlar, davranmazlar. Kimin ölkə? Bizim ölkəmizdə öz ölkəmizdən danışırıq. Niyə qorxmalıyıq ki? Düzgün analiz edən, təhqirsiz, nə bilim, hədəf göstərmədən danışıb analiz edən, siyasi mövzu danışan kimin nə problem ola bilər ki? Kim qərar verməlidir bizim ölkəmizin mövzuları ilə bağlı? Kim danışmalıdır? Mozambikdən gəlib danışmalıdırlar bizim mövzularımızla bağlı. Yox, birbaşa atmazada yoxdur. Acığa ilə sifətlərinə vuracaq. İranski qaloş olduqlarının, bəzilərinin. Hüseynli buyur əzizimiz, ölü sayısı böldüm, açıqlama verirdim. Buyurun, eşidirəm mən. Səsim rahat, aydın gəlirsə mən sualımı verim. %100 gəlir. Mənim sualım dinlə bağlı olmayacaq. Zaten dinlə bağlı 50 dənə siz argument gətirə bilərsiniz. O qədər inanmıram demək olar ki. Mənim sualım sadəcə belə bir şey olacaq. Səsim indi aydın gəlir. Allahın yoxluğunu nəyinə sübut eləyə bilərsiniz? Mən amma sizə Allahın varlığını sübut eləyə bilərəm. Hansı Allahdan gedir söhbət?
sadəcə bir yaradıcıdan gedir söhbət. Ona sən Allah Sadəcə deməyə bir bilərsən. yaradıcı diye bir şey yoxdur əzizim. Yaradıcının yaratdığını müşahidə elədimmi? Şuurludurmu, məqsədlidirmi, şuursuzdumu, iradəlidirmi, iradəsizdirmi, metafizikdirmi, fizikidirmi, naməlum obyektdirmi, hansı ontoloji kriteriyalar qarşılayır, referenti nədir, tərifi nədir, atributları nədir, əməliyyat sifətləri nədir, ecid xüsusiyyətləri daşıyırmı, daşımırmı? Bir zəhmət. Hər şeyə sahib olmuş ola bilməz. Yox, ola bilməz. Çünki ontologiyanın kriteriyaları sınırlıdır. Niyə biz bunu insan beyni ilə buna cavablandırırıq? İnsan beyninin daha cavablandıra bilməyəcəyi formada qəbul etsək olmaz. Olar, nə olmuş? O zaman səni düşürdüm yerinə bir at gətirim bura qoşum, at beyni ilə dəyərləndirək. Cavab deyil bu. Kifayət qədər güclü cavab. İnsan beyni bunu ala bilmirsə, yəni sən düşünürsən ki, insan beyni, yəni dolayısıyla sənin beynin bunu algılaya bilmirsə, ya da analiz edə bilmirsənsə, səni göndərək yerinə bir at gəlsin. Xeyr, elə deyil. Beyni başqa cür işləyəcək. Bizim yaratdıqlarımız bizdən aşağı düşüncədədirsə, bizi yaradan da bizdən daha yuxarı bir düşüncədə ola bilər. Harda sən aşağıdır ki, sənin yaratdığın uşaq səndən daha yüksək bilgiyə və intellekt qabiliyyətinə sahib ola bilməz? Uşaq sənin yaratdığın bir şey deyil axı. İndi sən deyirsən ki, Einstein'in anası, atası Einstein'dən daha çox şeyli idi, IQ-lu idi. Eyni bir şey deyil. Eyni bir şey deyil. Bizim Einstein'i yaratmamışlar onlar. Məsəl üçün, sən yapay zeka olan ChatGPT-dən daha çox kapasitəyə sahibsən. Sən yaratmışsan, yəni insan yaradıb bunu. Hansı insan ChatGPT-nin eləyə biləcəyi praktik fəaliyyətləri icra eləyə bilir? Toplu olaraq əgər insandan gedirsə söhbət, əgər bizdən getmirsə, yəni bizdən daha belə deyək də. Tamam, insandan getsin. Sənin ailəndə doğulmuş bir uşaq səndən yüksək IQ və intellekt qabiliyyətinə sahib ola bilməz? Ola bilər. Məsələ ondan getmir Demək ki, sənin yaratdıqların səndən aşağılar deyil də, əksinə. Sən burada hesaba qatmadığın kritik bir məqam var. Sən valideyndən gələn genetikanı götürürsən, üstünə bir şeylər əlavə edirsən, övladını ötürürsən. Evladın səndən sonra sənin əldə eləyə bilmədiyin texnologiya, bilgi, elmi sahələrlə daha çox iç-iç olur. Dolayısıyla səndən daha çox bilir. Əmin ol, bax 90'larda doğulan uşaqlar və onların uşaqları 90'larda doğulan uşaqlardan daha çox şey bilir texnologiya və elm sahəsində. Niyə? Çünki 90'larda texnologiya bu səviyyədə deyildi. Sən 90'ların, 80'lerin valideynlərinə versən telefonu, bugünün yeniyetmələrinin eləyə bildiyi şeyləri eləyə bilməzlər. Bəli, razıyam səndən. Yəni mən də sabah məndən sonra törəyəcək bir insan məndən daha ağıllı olacaq. Çünki əlində mənim məlumatlarımdan daha çox yox. Sual bundan ibarətdir. Məsələ bundan ibarətdir. İndi gəldik məsələnin başına. Sənin Allah, yaradıcı dediyin şeyin dəlilləndirmə metodikasını nə ilə ölçdün? Yəni qəbul və təqzim meyarlarını nə ilə təyin elədin? Necə təyin elədin və bunlar nədir? Onunla təyin eləyirəm ki, qulasın, sizin sualınızı mən cavablandırdım. Sual bitməyib baxın. Yarımçıq suala cavab verəcəksən, hə? Tamam, iddia qaldır. Heç nə demirəm. Qaldır iddianı və dəstəklə. Mən iddiamı sənin üçün qaldırım. Əgər insan hal-hazırda, əvvəlini demirəm, olduğu qədərini deyək də, 2026 ildir yaşayırıq. Düzdürmü? Biz bunu qəbul etmiş hal-hazırda. Yəni biz eramızda 2026 ildir insan var. Düzdürmü? Razısan da bununla. Yəni əvvəldən getmir söhbət. Sən bunun mən razılığını iddia eləməzsən ki, eramızdan əvvəl var idilər, kim idilər söhbətindən getmir. 2026-dan gedir söhbət. Düzdürmü? Və ya yaşadığın il qədər deyə bilərsən. Ay vətəndaş, Misirin tarixi var ortada, ehramlar var ortada. Haqiqət var ortada. O həqiqət qədər də, yəni o həqiqətdən əgər sən ona razısansa, onda sən İslamın da həqiqətini qəbul etməzsən. Söhbət dindən getmir. Mən sənə Misir ehramları tam o şüş yerində otur, heç olmasa onu hiss elə. Çünki zehinən algılaya bilmirsən. Adam deyir 2026 ildə yaşayır. Ya bilavasitə elə dedi, birbaşa elə dedi. Mən yavaş-yavaş fikrim dəyişir uşaqlar. Mən fikrim dəyişir. Mən yayınlara başlayanda türklərin də yayınlarına qoşulurdum. Türklərin də yayınlarına qoşulurdum. Mən orada hər şey həmişə savunurdum ki, Azərbaycan cəmaatı Azərbaycan yəni bütünün demirəm təbii ki, bəlli bir kütlə Türkiyədəki inanc kateqoriyasından çox intellektualdır, çox yuxarıdadır. Elmir, sən də orada qorxuluq kimi dayanmışsan, danış da qardaşım.
Adam geldi real dedi ki, canlı dedi ki, insanlıq 2026 ildir var. Ərəb qaqaş, buyur, xoş gəlmişsən. Ay Ərəb qaqaş. Getdi. Milattan öncə diye bir anlayışdan bunu başladı düz yer yazanlar var. Vəziyyət fövqəladət. Vəziyyət fövqəladət. Və bu ciddi bir təhlükət. Gerçekten bu ciddi bir təhlükət. Bu adamlar ölkənin anasını ağlara biləcək potensialdadırlar. Cəhalətlə. Nurlan buyur, xoş gəlmişsən. Nurlan buyur, xoş gəlmişsən. Bu altı pazarlar oldu uşaqlar. 6-cı bazar 5-ci günü 5-6 olur da bu problemlər. 5-ci gün cümə günüdür, müsəlmanlar üçün özəl bir gündür. Həmin gün biz travma yaşayırıq. Bir də 6-cı gün yahudilər üçün bir şeydir. Nə deyirlər ona? Şabat deyirlər. Hə də şabatdır da. Ona görə də bu 2 gün kritikdir. Sənan buyur, xoş gəlmişsən. Buyur, yaşamaq. Salam aleyküm, axşamınız xeyir olsun. Axşamın xeyir olsun. Bayaq səsə görə düşürdüm. Səsim ətrafdakı səslər. Üzürlü bilərsən. Yanımda adam vardı, onun üçün yaxşı elədim düşürdüm. Buyur Əzim, xoş gəlmişsin. Xoş günün bol olsun, axşamınız xeyir olsun hər biriniz. Axşamınız xeyir. Qardaşım, belə bir sual verim də sən. Bax, Allaha inanmırsan, tamam. Bu sənin şəxsi işindir, kimsə səni nəyəsə məcbur etmir. Gəl, belə bir şey deyim sizə. Gəl Allahı bir nur kimi təsvir edəyək. Deyək ki, Allah bir nurdur, düzdür? Təsvir edəyə, axırda sizə bir söz deyəcəm. Eşidirsiniz də yəqin məni. Eşidirəm, amma nur deyəndə mən bir təsvir yarada bilmirəm axı. Nə tər bir şeydir onu deməyə. Tamam da, bir dənə qulaq as da, axıra qədər qulaq as. Fikrimi tamamlayayım, ondan sonra siz fikrinizi deyərsiniz, mən də sizə hörmətlə yanaşacağam. Deyək ki, Allah bir nurdur. Günəş sistemi. Günəş sisteminə neçə saniyə baxıb onun təsvirini mənə deyə bilərsən gözlə? 1 saniyə yetərlidir. 1-2 saniyədə uzaq bax, gözlərin qamaşar, düzdür? Hə. Ay yaşa. Allah da nurdur da, dediyim kimi. Yəni sənin qarşında Allahı üzbəyi çıxarsan, gözləri baxa bilmərsən də, yəni qarşında duran kimdir deyə. Allahı belə Baldır olan bir nuru eşitmişsən indiyə qədərsən. Nəyi? Baldır olan bir nuru eşitmişsən indiyə qədərsən. Baldırı olan? Hə. O nə əlaqə? Quran ayətidir. Yaxşı qardaşım, gör nə deyirəm sənə. Özündən hansısa bir canlı bir şey yarada bilərsən. Hə, niyə yaratmır? Mənə dişi versən yaradaram. Bir topa. Nə yarada bilərsən misal üçün özündən? Ona ruh verginən, şuur verginən, nə bilim. Bir top uşaq çaldı. Uşaqlar? O qədər uşaq olmayanlar var ki, yaxşı, onlar niyə yarada bilmir bəs? Onlar da aparatla yaradır da. Aparatla yaradır da, özlərinə niyə yaratmır sənin kimi? Genetik xəstəliklər olanda olur da. Yox, xəstəliklə heç bir əlaqəsi yoxdur. Nə əlaqəsi var bəs? Özündən qarışqa yarat, nə bilim, özündən hansısa bir heyvanı yarat. Yarada bilərsən, can verə bilərsən ona. Allah belə elmin varsa, əgər savadın varsa, yarada bilərsən bunu. Allah yarada bilər. Yaradan Allahdır da elə. Nətər yaradıb? Hansı insana deyə bilərsən ki, gör nə deyirəm mənim gözəl qardaşım, hansı insanı misal gətirə bilərsən ki, mənə canlı bir şey yaradıb? Yam dəqiqə deyəcəm. Var elə bilmirsən. Hə? Hə, var, nə yoxdur. Uşaqlar. Hə, buyur. Dər, sənə də öləm, dər çətəmir. Uşaqlar, kim bizim yayınımızda hər gün yayından qabaq qaloş yandırırsa, dərhal etiraf eləsin. Yoxsa bu normal deyil.
Dərhal yayından öncə kim qaloş yandırıb bizə ritual icra eləyirsə, dərhal etiraf eləsin. Tədbirin görəcəyik. Bu işin üstündə işte. Operativ şəkildə. Kim qaloş yandırır, nə edirsə təyində. Qardaşım, canım gözüm. Buyur Əzizim. Buyur. Mikroblar, bakteriyalar, viruslar laborator şəraitdə yaradıla bilir. Bildiyin üzrə bunlar bəziləri canlı, bəziləri yarım canlıdır. Yəni canlı ola biləcək funksiyaları da var, cansız ola biləcək funksiyaları da var. Bakteriyalar istisnasız canlıdır. Bakteriyanın başını bırax. Daha kapsamlı canlılar da yaradıla bilir. Hətta insan belə sıfırdan tasarlana bilir. Çində bunun deneyi də aparılıb. Sıfırdan insan tasarlanıb. Süni şəkildə. Amma bu bəzi şeylər elm camiasında və dünyanın öz ətrafında, yəni o böyük güclər tərəfindən qeyri-etik hesab olunduğuna görə araşdırma mövzusudur. Amma kütləvi bir istehsalata falan keçmirlər. Bax sən, Çinin o tasarlanmış mexanizmasında, Çinin apardığı reklamlara görə ki, bunun bütün laborator dəlillərini ortaya qoydular. Rəngini, tipini, burnunu, balacalığını, böyüklüyünü, Avropayı olsun, Mongoloid olsun, Çinli olsun seçə biləcəyin uşaqlar qoymuşlar ortaya. Gəldi ikinci bir məsələyə. Canım gözüm. İnsan bədənindəki nükleotidlər, genomlar süni şəkildə sintezlənə bilir artıq. Biotexnologiya inkişaf eləyib. Bu istiqamətdə geniş gen mühəndisləri aparılır. Sən istəsən gedib bunun qaynaqlarını, bax, CRISPR texnologiyalarından baxa bilərsən. Google, bax, bütün universitetlərin laborator dəlillərinin, genom araşdırmalarının açıqlamaları, hansı prosesləri icra edirlər, Google Scholar'da girib, genomla bağlı olan, genom yazsan minlərlə çıxacaq. Gen araşdırmalarına baxa bilərsən. Başa düşdün? Anladığın əzizim. Bax, Almanlardan var, İsveçlilərdən var, Fransızlardan var. İçində olmayan bir Türkiyədə bir də bizik. Bir də şeylər, müsəlman ölkələri. Müsəlman cəmaatın çox olduğu ölkələr. Hətta bu sənin müsəlman çox olduğu dediyin ölkələrin içində bir anormalı var. Məsəl üçün İran. İran sizə, ya Hüseyin vay Hüseyin soğuşdura. Özü gen araşdırmalarda aparır, özü nüvə araşdırmalarda aparır, özü cinsiyyət dəyişdirmə mövzusunda pik nöqtədə elmi uğurlara imza atmış bir ölkədir İran. Nə üçün? Yaxşı. Üzr istəyirəm. Haramdır deyəcək hər şey deyirlər. İndi gəldik məsələyə. Bir dənə üzr istəyirəm. Bax, İranı... Niyə üzr istəyirsən, qoy bitirim də. Yaxşı, buyur. Sən buyur. İranı deyirsən, Hüseyin düzdür. Ölüm öləndə niyə Muska ilə aparıb dəfn elətdirmirsən, ağlaya dəfn eləyirsən? Hə, bax, birincisi, nə ağlamaq başqa bir şeydir. Ağlayacamsa da heç olmasa yaxınındır. Amma sizin anlamadığınız, bax, xətrimə deyilməsin, əgər səmimisən... Buyur, xətrimə dəymir, qardaşım, buyur. Etik çərçivədə diskusiya edir. Bax, qardaşım, bu Hüseyin haqqında sən heç bir şey bilmirsən. Soruşsan bilirsən, deyəsən sən bilmirəm. Yox, Hüseyin niyə getdi, orada niyə dava oldu, orada niyə bir-birlərini qırdılar. Ölən ərəb, öldürən ərəb. Ölən imam, öldürən imam. Ölən xilafət iddiasında çıxış eləyən, öldürən xilafət iddiasında çıxış eləyən adamlar. Bu adamların səninlə, sənin mövzunla, məsəl üçün sən Talışsan, Cənub bölgəsi ilə, Lənkəranla, Astarayla, Masallı ilə bir bağlantısı yoxdur. İkincisi, bu imamların içində Hüseynin bu qədər adının çox səslənməsi, Hüseynin arvadının adının, Şehribanın fars olmasıdır. Üçüncüsü, ortada bir biznesin olmasıdır. Bax, sən mənə Qurandan Məşəd ziyarəti ya da Kərbəla ziyarəti deyə bir ziyarət tapıb verə bilməzsən. 2. Sən mənə deyə bilərsənmi Peyğəmbər öz oğlunun, öz övladının məzarı üstündə vahşivən qopartmışdı mı? Qopartmamışdı. Hətta soruşmuşdular ki, bax, sənin oğlun öldü deyə yağış yağmağa başladı, günəş tutuldu. Adam açıq şəkildə demişdi ki, indi sizin rəvayətlərinizdir bunlar. Xeyr, bunun mənimlə əlaqəsi yoxdur, bu bir təbii prosesdir. Mənim oğlumda bir bəşər övladı, mənim övladımda bir bəşər övladıdır. Peyğəmbərin öz övladının məzarı üstündə hayküy salıb, sinə vurub, zəncir vurub ağlamayıbsa, sən kimdən örnək alırsan? Bunu sizə kim öyrədib, qardaş? Bu bir. İkincisi, gəldi kişi versiyonla. Nə cür bir kişi cinayətdən sonra oturub vahşivənlə ağlayar? Gedər qisasını alır. Öldürülübdür, get qisası var. Nəyə oturub ağlayırsan? İndi gəldi üçüncü bir məsələyə. Nümunə. Qarabağda biz şiddətə məruz qaldıq, genosidə, soyqırıma məruz qaldıq. Oturdu Azərbaycan kişilər ağladı. Xeyr, ağlamadı. Mən sənə bir kişi kimi
Dini də, ateizmi də, hər şeyi qoy qırağa. Bir Azərbaycan oğlu kimi, Azərbaycan vətəndaşı kimi, sən də Azərbaycan vətəndaşsan, Azərbaycan oğlusan. Soruşuram, nə cür bir kişi başına gözünə çillə vura-vura ya Hüseyn deyib ağlayar. Ya Hüseyni öldürənlərin nəsli davam eləyir. Gedin öldürün. Ya Hüseyn dediyiniz adamın öldürənlərin xilafəti davam eləyir. Səudi Ərəbistan burnumuzun dibindədir. Gedin Yezidin sülaləsi davam eləyir. Muaviyyənin sülaləsi davam eləyir. Vahabın sülaləsi davam eləyir. O xilafətdə, o qətliamı törədib dediyiniz adamların sülaləsi bugün hakimiyyətdədir. Gedin, qisasınızı alın. Nəyə oturub ağlayırsınız? Bax, sənə sual verirəm qardaşım. Sənin övladın, qohumun, əqraban, yaxın bildiyin bir adam cinayətlə, amansızcasına qətlə yetirilsə, illərlə, min illərlə oturub ağlayarsan, yoxsa ki qisası alarsan? İndi bir şey var da, kişi kimi cavab verirəm də sənə. Misal üçün indi belə şey var da, misal üçün cinayət deyilən bir şey var da, indi Azərbaycanda düzdür. Mən misal üçün sən deyirsən ki, övladını öldürən deyib qisasını alarsan, qisasını alaram, amma baxır hansı şəkildə. Əzim, ağlayaraq qisas deyə bir şey eşitmisən sən? Zəncir vuraraq ağlamaq ümumiyyətcə qisas deyil. İndi gəldim mən sənə bunu tarixini, əgər həqiqətən anlamaq istəyirsənsə, bunu ilk dəfə deyəcəm yayınlarımda, o da sənin xətrinə. Çünki etik çərçivədə gəlmiş bir adamsan. Buyur qardaşım. Bu sizin 12 imam, 12 məsum və bu ağlamaq məsələsini xristianlardan birə-bir kopyaladığınızı mən dəqiq bilirəm. Bilirsən niyə? Həvari temasından kopyalanıb. Pul yığılma teması kopyalanıb. Hələ bu özünə əziyyət vermə və qan çıxartma məsələsi bir mənalı olaraq xristian katoliklərdən kopyalanıb. Bu adamların başına tac keçirdib, tikanlı tac keçirdib, İsa'ya nisbət eləyib, özlərinə qan çıxardıb, işgəncə vermələri bəli oradan kopyalanıb. Bədənlərinə tikanlı məftillə zincir kimi vurub qan çıxartmaları bəli xristianlıqdan kopyalanıb. Katolik kilsəsinin mərkəz anlayışı sizin də vilayət fəqih anlayışınız bilavasitə xristianlardan kopyalanıb. Bax, Katolik kilsəsi mərkəzdir. Bu Katolik kilsəsinə ton yarım bağış gəlir. Dünyada ən çox büdcəyə malik olan bir dini strukturdur. Dünyada bir çox yerə siyasi barmaq eləyə biləcək gücə sahibdir. Sizin vilayətin başı anlayışı bundan kopyalanıb. Vilayətin başında bir Xomeyni oturub, düşün ki, Katolik kilsəsinin papasıdır. Roma papasıdır. Bu papaya ton yarım pul gəlir. Papanın dediyi şey bütün İslam camiyyəsində keçərli olmalıdır. Papanın dediyi Hristiyan camiyyəsində keçərli olmalıdır, Katolik camiyyəsində. Sizin vilayətinizin başı da cümlə İslamın qalasıdır deyə propaganda olunur. Bax, bu şeyləri siz ömründə analiz eləməmisiniz. Qarşılaşdırmamışsınız. Bu temalar hardan gəlir? İndi gəldik digər məsələyə. Mənim qardaşım, bu şiəliyin bu qədər dəsti xətli versiyonu zaten biz yaratmışıq. Farslar şiə zat deyildi. Farslara şiəliyi biz soxmuşuq, çox təəssüf ki, çıxarda da bilmirik. Bu şiəli hardan gəlir? Ta Fatimilərdən başlayır gəlir. Araşdırmısan mı Fatimilər bu strukturu niyə qurub? Fatimilərin dərdi nə idi? Ortaya bir şiəlik deyə bir təriqət atdılar. Araşdırmamısan. Bu Fatimilər kim idi? Araşdırmısan mı? Araşdırmamısan. Niyə araşdırmamısan mən qardaşım? Və bu şeyləri bilmədən kimlərsə deyir, çıxır birisi gözəl diksiyonla muizə deyir. Siz də qəbul edirsiniz, inanırsınız. Sistem belə işləmir əzizim. İranın nə imamət vecinə döyülür, nə din vecinə döyülür. Bu adamlar nüvə araşdırmaları aparır, bu adamlar cinsiyyət dəyişdirmə araşdırmaları aparır, bu adamlar genom araşdırmaları aparır. Siz də nə edirsiniz, buna zəmin yaradırsınız. Sizə qardaşım son bir sual verib düşəcəm, yayıma qalxmaq istəyənlər var. Sadəcə olaraq bir doğru, bir səmimi cavab istəyirəm sizdən. Ateistlərin bir çoxu dini çox bilib anlamadıqları üçün ateist olurlar. Yox. Yox, dini bilirlər, amma heç saat anlayıb ortaya çıxarda bilmirlər deyə ateist olurlar da mən bildiyim qədərilə. Bilirsən qardaşım, bax səmimi soruşursan mən də səmimi cavab verim. Mən öz adıma cavab verim. Bütün ateistlərin vəkili deyiləm mən. Bəzi ateistlər, bir çox ateistlər İslam mənsubu olublar, İslamda olublar, hətta kəskin dini rituallar icra ediblər, sonra dindən çıxıblar. Onları dindən çıxardan birdən çox faktor var. Amma gəldiyim mənim məsələmə. Mən məsəl üçün İslam mənsubu olmamışam. Mən İslam mənsubu olmamışdan qabaq, İslam mənsubu olmamışam, amma İslam məsələsini araşdırmamışdan qabaq da ateist idim zaten. Yəni, necə deyirlər, Quran oxumamışdan qabaq da ateist idim. Mən ateist olandan sonra Quran oxumuşam. Amma məsələ burasında ki, mənim qardaşım, bu Quranı, bu kitabı, bu dini qaynaqları oxuyanda, parçaları birləşdirəndə ortaya muazzam bir struktur çıxır. Bu struktur mənə xidmət eləmir.
kimliyimə xidmət eləmir. Mərkəzdə duran bir anlayış var. Şəxsiyyət və mən anlayışını tamamilə məhv eləmək. Yəni sən heç kimsən, sən heç kimsən, sən heç kimsən, sən heç kimsən. Kuklasan. Məsələ burasında ki, ortaya bir cihad çıxanda sənin etiraz şansın olmur. Amma demokratik sistemlərdə sənin protesto haqqın var, söz haqqın var, etiraz haqqın var. Bunlar başqa anlayışlardır. Gəldik sənin dinivin içindəki absurdluqlara. Mənə kim, nə cür bir məntiq, şəxsən mən belə başa düşürəm, həqiqətən belə başa düşürəm. Bu tamamilə səmimi qoyduğum bir fikirdir. Kimsə mənə at belində, at oxşayan bir şeyin belində Marsa gedildiyinə inandıra bilməz. Kimsə mənə göydən manna qarşı düşdüyünə inandıra bilməz. Kimsə mənə orada yazılan o sizin möcüzə dediyiniz şeylərə inandıra bilməz. Nə bilim, qayanın içindən dəfə çıxdıya inandıra bilməz. Hələ təriqətlərə baxanda aləm bir-birinə qarşı. Əzim, mən burada çox şey danışmıram. Niyə bilirsən? Cəmiyyət hazır deyil, kütlə hazır deyil. Məsələ budur ki, götürüb Səyyid Buxarını oxuyursa, Səyyid Müslüm oxuyursa, yazılış orada Peyğəmbər tüfürdü, cəmaatda sağaldı. Mən buna nətər inanım? Peyğəmbərin tüfürcəyi ilə cəmaatı sağalacağına nətər inanım? Bəzi şeyləri hələ hazır deyil, cəmiyyət hazır deyil, zamanı var hər şeyin. Çox enteresan şeylər var orada. Gəldi Şiə təriqətinə. Əli gəldi, nə bilim, qılıncını vurmağa başladı, üzənciyə qədər şey çıxdı. Qan çıxdı. Üzənci bir sən harada olur, atın üzəncisi. Əzizim, dünya tarixində 30 milyona ordu deyə bir şey olmayıb. Hələ o dövrdə. Bir qanın açıq ərazidə, düzənli ərazidə üzənciyə qədər çıxması ki, bu havadadır. Aşağı yuxarı bu havadadır. Milyonlarla insanın ölməyi deməkdir. Sən buna nə cür zehniyyət inanar, qardaşım? İnana bilərsən buna. Atın üzəncisi bir sən haradadır? O ərəblərin uydurmasıdır. Əzizim, bəs məsələ burasındadırsa, elə bu deyil, komplekt ərəblərin özünün strukturuna xidmət edir də. Üzənciyə qədər qalxan bir qan, bu qədər qanın açıq ərazidə qalxması üçün 20 milyon insanın ölməsi lazım deyə. Təbii ki. Əl gəldi, nə bilim, qapını dağıtdı, tökdü. Bu hekayələrlə olmaz, qardaş, olmaz. Sən bəzi mövzuları, ay qardaşım, xeyr, sənin təriqətin bunu deyir. Sənin məzhəbin deyir ki, İmam Cəfər Sadiqdən falan hədis var, feşməkəz. Yolda gedirlər, qızı bəyənir, bir-birinə sual. Onun mənim təriqətim yox, qardaşım. Anlaşı olmayan möminlər də onlar danışırlar. Əzizim, amma möminim, mənim sənin möminlərindən öyrəndiyim şeylər deyil bunlar. Mən möminin danışmağından baxıb bir şey öyrənmirəm. Gedirəm, Nəsl Bəlağanı alıram, oxuyuram. Açıram içinə baxıram, görürəm ki, əli ton yarım qadını təhqir edir. Hələ vaxtı deyil onların. Onlara da gələcəyik. Hələ harasdır ki, bildiyin Nəsl Bəlağa dediyiniz mötəbər şey qaynağında bütün qadınları təhqir edir. Yarım ağıllıdırlar, lazımsızdılar, gərəksizdirlər, başqa şeylər üçün lazımdırlar. Başqa bir İmam Cəfər Sadiqdən gələn hədisin deyir ki, Kafidə gələn hədisdə deyir ki, yolda gedirdilər, bir-birlərinə məsələ etdilər, bir qızı bəyəndi, siğə məsələsi açıldı, halaldır deyə. Hansı imamın, hansı məsum dediyimiz adamın qadın sevdalısı olduğunu biz bilmirik səncə. Bütün dərinliklərə qədər kimdir, yaxşı bilirik bu söhbətləri. Qardaşım, burası hələ ki vaxtı deyil bəzi şeylərin. Hələ ki vaxtı deyil. Mərhələli. Çox sağ ol qardaşım, minnətdaram, gecən xeyrə qalsın, Allah razı olsun. Sağ ol. Sağ olasın, sağ olasın. Yaxşı bildiyimiz şeylər də olur. Hələ yer kökü temalarını bilmirik biz, bibi temalarını bilmirik. İkinci mərtəbədən düşdüm bibivin üstünə, risk orada giriş-çıxış oldu, caizdir. Yox əşi, fantaziyaya baxayım. Hələ başqa şeylər, köhdən gələn hədis qaynaqları var, sizin bəzilərinizdə. Bəs eşşəklə zad eləmisənsə, keçi ilə zad eləmisənsə, keçini öz kəndivə yox, başqa kəndə sat. Caizdir. Mən belə bir şey nətər inanım? Yəni, nə cür bir zəka belə bir şey inanır? Bugün çox monoloq elədi, elə bil biraz. Çox sərbəst danışdı. Ama pis olmadı. Yoldaşlar, çox məsələlər var, çox məsələlər var. Sadəcə hər şeyin vaxtı var. Birdən-birə olmaz. Buyur, mister. Salam çəkir. Salam Mülük. Məlüküm. Qardaşım, nətərsən? Sağ ol, sən necəsən? Salam Mülük. Məlüküm. Allahın salamı olsun sizə, hamının. Sənə də şeytanın salamı olsun. Yox qardaş, mən elə demədim, mən hər şeyi görüb gələn insanam. Allahın salamı nəyə versən, öz salamı yoxdur sən. Sən çox istəyirəm öz yeri.
şəxsiyə gedir burada həqiqətən. İndi mən hamı sinəsinə deyir. Burada sənə nətər deyim? Allahın salamını verdim də biz. Başa düşdüm. İfşalamayacağım səni. Anladım. Sorry. Başa düşdüm. Oy. Həqiqətən vaxtın gedir. Əzim sən çox qalma burada. Belə də sən özünə lap salam verərəm. Təşəkkürlər əzim. Mən səni ifşalamayım. Bu dəqiqə tutacaqlar səni orada. Səni orada əzib buraxarlar. Yəni taftalayıb öldürərlər orada səni. Musa buyur, xoş gəlmisən. Musa qardaş buyur, xoş gəlmisən. Həzrəti Musa. Musa getdi. Oy. Salam Meleç. Allah sənin müsəlmanlığına şərəfləndirsin birincisi. Niyə şərəfimiz yox bizim? Necə? Müsəlman olmayanda şərəf olmur. Mən dedim ki, sən şərəfsizsən. Məni niyə şərəfləndirsin? Dedim müsəlman, inşallah Allah səni bu yoldan haqq yoluna döndərər. Haqq yolu nədir? Şərəfli yoldasın? Yox, mən bir dəqiqə gözlə də sən sən şərəfsiz niyə deyirsən ki özünə? Mən demirəm, səndən soruşuram ki, deyirsən şərəfləndirsin. Mən də soruşuram. Müsəlman olmayan şərəfli olanmır? Yox, bir dəqiqə. Mən yetərincə şərəfim var, sən rahat ol. Müsəlmanlığın şərəfi lazımdır. Hə, yaxşı. Müsəlmanlıq şərəfi inşallah olar. Mən sən bunda. Mənim 17 yaşım var. Mən Quranda oxumuşam. Müsəlmanlıqla şərəfləndirsin. Şura likin qoyacam gözümün içinə qədər. Görüm onda sən danışa bilərsənmi? Süt. Azər süt. Alex təşəkkürlər. Elçin buyur, xoş gəlibsən. Axşamın xeyir olsun. Axşamın xeyir. Necəsən? Yaxşıyam, sən necəsən? Şükür Allah, yaxşı olasan. Deməli, mən belə bir sual vermək istəyirəm. Yəni, mən Qurani-Kərimdə, indi surələr sən yaxşı bilərsən, Nəcm olsun, İsra olsun, Ənam olsun, hər kəs özünə cavab deyir. Mənə bir dənə maraqlı olan bir şey var ki, indi Allah var, yoxdur, sən qəbul edirsən, eləmirsən, indi sənin şəxsi işindir. Yəni, bu gələn 114 surə, 6214-dən 36-ya qədərdir, fərqli-fərqlidir, hər yerdə bir cür yazılır, ayələrdən. Hansı sənin, indi 21-ci əsrdə sən kamil bir oğlansan, savadlı bir insansan, yəni hər bir şey görürsən, bilirsən, deyirsən Allah yoxdur, insan belə yaranıb, hər şeyi qəbul edirsən. Başa düşürsən ki, insan necə olub öz düşüncəndə. Sənə hansı ayə mane olur ki, sənin insan kimi yaşamaq var? Bax, Quran deyir ki, səninlə razıyam ki, sən... Surəsi 37-ci ayət. Nə deyir? Deyir, insan kimi yaşamaq deyir, nə mane olur? Deyir, oğlunun arvadını ala bilərsən. Hoşuma gəlmir. Yox, elə demir. Yox, xoşuma gəlmir deyil. Ay soğul. Mən bununla səndən razıyam. Sən həyatı boyu, tutaq ki, söhbət edirsən kimlənsə, 1000 dənə danışığından hamısı düzdür, bir dənə səhv eləyə bilərsən. Yox. Necə yox? Sən hamısını düzdür. Başa düşmə, Quranda danışan kimdə Allah da ölür? Yox, indi mən gör nə deyirəm sənə. Deyirəm 6236 ayənin 2036 ayəsi mən sənə görsən mən sənə birinci nə dedim? Dedim səhvdir, nağıldır. Bir ağıllı insan bunu yazıb, eləyib, nə qədər ağıllı olsa da bunun 2036 ayəsini səhv yazıb. 4000-i düzdür də. Sən yəni qəbul edirsən də Quran yarısı səhvdir. Yox. Mən sənə sual verirəm də, bir qulaq az, axıra kimi dinlə. 4000 ayəsini sən qəbul edirsənmi? Yox. Yəni 2000-i səhv yazılır. Yox da, bir dənə mənə ayə misal gətirdin. 6236 ayənin hamısını səhv çıxart, deməsən düz danışsan da, qardaş, bu yoxdur da. Yəni hamısı səhv edir, yemə, içmə. Ki Allahdan gəldiyi iddia olunan kitabın yarısında səhv olmağı bir şey nə deməkdir? Mən sənə misal üçün deyirəm, mən səni başa salmaq üçün deyirəm ki, yəni 2000-i sən səhv say. 4000 ayəni sən qəbul edirsən, beləmirsən mən. Neynəm ki 4000-in ayətin içində qadına təcavüzün cəzası yoxdur? Yenə boş qulaq asmırsan mənə. 6236 dənə ayətin içində qadına təcavüzün cəzasını göstərməyə topazını qəbul edeyim. Yox, o səhvdir, o bir səhvdir. 4000-i qəbul edirsən mi? Deyirəm ki, 6236 ayətin içində qadına təcavüzün cəzası yoxdur. Yox, mən də adam kimi bir-birimizi başa düşürük də. Mən də deyirəm ki, onun 2000 neçəsi səhvdir. 4000-i qəbul edirsən, eləmirsən. Heç bir mən kültürümə uyğun deyil. Heç biri mən kültürümə uyğun deyil. Yox, ola bilər. Yəni Quran-ı Kərim sənin kamil insansan da 21-ci əsrdir. Yəni sənə demir ki, içmə, yemə, nə məsələ üçün deyirəm, falan yerə getmə, o olmaz, bu olmaz. Sənin düşüncəndə deyirəm, ha mən. Kişi, o Quranın
4000 yox, 6236 ayetin tamamının hadisələri və səbəblərinin mənim millətimlə əlaqəsi yoxdur. Yox, millət orada millətlə danışmır ki. Deyir düzgün yaşa, doğru yaşa. Yox, düzgün danışmır. Yaxşı yaşa. Düz danış. Gəl O doğru ərəbdən yaşayaq. Gəl doğru yaşayaq. Mənə Ayso, qadın din yoxdur. Yox, din yoxdur. Səndən razılaşıram məndən barədə. Təşəkkürlər. Ya, o ki sən düz cavab verə bilmirsən deyə sağ ol. Salam. Deyirəm ki 6236 dənə ayətin içində qadın təcavüzünün cəzası yoxdur. Neynəm o kitabı mən? Buyur dostum, xoş gəlmisən. As 64 53 567. Sağ ol qardaş. Sevik, imkan varsa mən bir buraxa bilərsən, zəhmət olun. Yemək yeyirəm, şey eləmək istəmirəm. Ayıb olmasın. Çox sağ ol qardaş. Sağ ol. Boğazım ağrıdı. Loli buyurun, hoş gelmişsiniz. Birbirlerini sevirdiler. İskender buyur, hoş gelmişsin. İskender. 88 nəfər oldu ya yoldaşlar yayına qoşulan. 88 nəfərə məruz qalmışıq hal-hazırda. Sevik, bir sual verim. Amma gelmiş mən də yeməyimi bitirdim. Əgər olarsın. İndi müsəlman dininə görə mən inanmalıyam ki, səni Allah yaradıb. Düzdür. İnanıram ki, səni Allah yaradıb. İman eləməsin ha. Yo, oralara indi bir də yavaş-yavaş gəlimdə zəhmət olmasa. Mən inanıram ki, səni Allah yaradıb. Mən inan... Necə? Nə var ki? Yo. Sualın haqqında bilən sən zəhmət olan, zəhmət deyilsə bilən qulaq assa. Mən inanıram ki, səni Allah yaradıb. Və sən də bir ateizmi təbliğatına aparırsan. Düzdür mənim qardaşım. Məhəmməd Peyğəmbər də müsəlmanlığın təbliğatına aparıb. Düzdür. Bəlkə elə Allah səni bizə ona görə göndərib ki, sən bizi düz yola çəkirsən. Sən də təbliğat aparırsan. Bəlkə sən də... Onda iman. Nə deyim qardaşım? Sən iman eləməksin, nə deyə bilərəm, Murad? Nə deməlisən? Deyən çeviş təkdir. Çevik təkdir, bura. Allah səni var eləsin. Çevik səni var eləsin, qardaşım. İndi mən sədəqəmi də ver. Sədəqə bir dənə kart satarsan göndərərəm. Nə qədərdir ki Lazım səndə? deyil kart sat istəmirəm. Mən neynəmək lazımdır, qardaşım? Can sağ ol. Ekran bəyənsən bəs. Təşəkkürlər. Bəyliyin əbədi olsun, qardaş. Var ol. Sağ ol. Təşəkkürlər. Qasımzadə buyur. Xoş gəlmisən. Ay Qasımzadə. Buradadır görəsən. Ramin bəy buradadır. Azər bəy yoxdur. Ramin bəy yoxdur. Kim var burada bəs?